Hər vaxtınız xeyir, hörmətli Açıq Azərbaycan izləyiciləri. Bugün e, jurnalist, siyasi şərhçi Rauf Mirqədirovla birlikdə biz e, İran böhranını müzakirə eləyəcəyik. ABŞ-ın və İsrailin İrana hücumu və regionda yaranmış durum və bunun Azərbaycana təsirləri. E, Mən sizdən xahiş edirəm bizə dəstək üçün bu yayımı maksimum bəyənin və paylaşın. Bizim üçün bu çox vacibdir. Ekspertlərimizin, siyasi şərhçilərimizin fikirləri daha geniş auditoriyaya yayılsın. Rauf bəy, e, bu müharibəni e, gözləyirdinizmi siz? Əslində bu müharibə çoxdan başlamalı. Nə üçün çoxdan başlamalı idi? Nə üçün çoxdan başlamalı idi sualına birinci gəlin cavab verək və sonra aydınlaşdıraq ki, doğrudan mı bu səlib yürüşüdürmü ya yox? Məsələn, yəqin ki, siz də Azərbaycandakı bəzi şərhçilərin, politologların, tarixçilərin fikirlərini oxursunuz. Bir qismi bunu səlb yürüyüşü elan edirlər ki, növbəti səlb yürüyüşüdür. Deməli, İslam dünyasının müsəlman dünyasına qarşı. Əvvəla, gəlin görək nə üçün bu müharibə məncə çoxdan olmalı idi. Bu, bunun sadə bir səbəbi var. Baxın regiona. Regionda son 30-40 ildəki münaqişələrə. O münaqişələrin böyük bir hissəsində İran dolayısıyla yolla iştirak edir. Ciddi şəkildə iştirak edir. İraq, Suriye, Livan, Qəzza və s. və Allah. Yəni ki, regiondakı münaqişələrin əksəriyyətində İran dolayısıyla yolla o proksi qüvvələri vasitəsilə iştirak edir. Bunların heç də hamısı birbaşa İsraillə bağlı deyil bu münaqişələr. Məsələn, Yeməndəki daxili münaqişədir də, Yeməndəki. İraqdakı bu saat o qarşı durma ki var və s. o daxili münaqişədir əslində artıq. Yəni, vaxtı ilə Amerika Birləşmiş Elə Ştatları. mən bu Yəməni qeyd eləyəcəkdim ki, Yəmən son illər, yəni ən bariz nümunədir. Livan, Hezbollah məsələsi və s. və axır. Özü yoxdur, Suriyada birbaşa iştirak edirdi əslində qalsa. Amma Suriyada yəni ki, qanunu demək çox çətindir Əsəd hökumətinə. Amma beynəlxalq tanınmış Suriya hökumətinin dəvəti ilə gəlmişdi. Yəni ki, beynəlxalq aləm tərəfindən tanınmış, beynəlxalq təşkilatlar, yəni BMT tərəfindən tanınmış Suriya hökumətinin dəvəti ilə gəlmişdi. Amma qalan bütün münaqişələrdə bu iştirak edir. Və bugün Amerika-İsrail alyansının təcavüzündən danışanlar və yəni 150 uşaq ölüb də o bombardıman zamanı. Yəni ki, Allah rəhmət eləsin, Allah bahislərin cəzasını versin və s. Axır, bu sözsüz Amerikalılar eliblər deyilənə görə və o Belə səhvi ABŞ buraxarlar. mediası, tanınmış media, yəni Associated Press, CNN, New York Times bunlar hamısı onların Yəni ki, araşdırması göstərir ki, bunu ABŞ-ın hücumu nəticəsində baş verir. edilib və həmin adamlar cəzalandırılmalıdır və s. və ilə. O bir mənalıdır. Amma o insanlar bugün yas tutanlar və bunu
qətliam kimi qiymətləndirməyə çalışanlar, həmin münaqişələrdə milyonlarla insanın qətlə yetirildiyini yaddan çıxarırlar. Yəni İranın bu və digər dərəcədə cəlb olunduğu münaqişələr var ha, yaxın şərqdəki. Milyonlarla insan qətlə yetirilib. Hələbdə türkmənləri divan tutulur. Divan tutulur. Sonra da o Qasım Süleymanı tutmuşdu da o divanı. Əməliyyata Qasım Süleymanı rəhbərlik edirdi. Sonra Qasım Süleymanını öldürəndə Amerikalılar Azərbaycanda başladılar ona yas tutma, şəhid elan elədilər bəziləri. Amma o türkmənlərin qatili idi. Yəni söhbət Rauf o Bey, millət. gəlin buna biraz elə bir ki, bu məsələyə biraz qlobal yanaşıq. Yəni, təbii ki, Mən, Azərbaycanın mövqeyi nəzəri bizim müzakirəmizdə hə, əsas yəni məsələ bunun nədən? vaxtı idimi? Bu əməliyyatın indi vaxtı idimi? Hə, bax, gəlin baxaq. Birinci sual əslində o İranın, yəni yaxın şərqdəki münaqişələrin yatırılması üçün İran probleminin çoxdan həlli lazım idi. İran o münaqişələrin əksəriyyətin arxasında dururdu. Onları qızışdırırdı. Çünki özünün mövcudiyyətini, özünün əhəmiyyətini region dövlətlərinə və beynəlxalq aləmə bununla qəbul edir. İstəyirsiniz filan problem həll olunsun, gəlin mənimlə danışın. Mənimlə danışın. Çünki hamı da bilirdi də ki, Hamasın dalında kim durub, Hezbollahın dalında kim durub, Husilərin dalında kim durub, İraqdakı o şiə dəstələrinin dalında kim durub və s. Regionun maraqlısı ondan ibarət ki, indi Trump əslində düzgün terminlərdən istifadə edir. Görünür, bu dəfə onu yaxşı hazırlayıblar. Əvvəlki münaqişələri, hansılara qatılırdı ya. Trump ancaq neftdən danışırdı da, Venezuela'da o birisilər danışırdılar ki, narkotiklərdən, insan haqlarından, diplomatlar. Bu da deyirdi ki, Amerika şirkətləri neft qazanacaqlar. Biznes milyardlar qazanacaq. İndi danışmır neft haqqında demək olar ki. Amma neft çox vacib də amildir də, o münaqişənin vacib amilidir. Amma indi prinsipi düzgün terminlərdən, məsələn, onun istifadə etdiyi terminlərdən biri ki, İran regionunun xuliqanına çevrilmişdir. Düzdür, Trump'ın özü xuliqandır. O başqa məsələ. O başqa məsələ. Yəni, bax, bu məsələ var. İkinci məsələ, Trump hakimiyyətə gələndə bu baş verməli idi ya yox. Məsələn, yəqin ki, yadınızdadır, Trump hakimiyyətə gələndə bizim bəzi milli demokratlar sarı Bakıda bayram edirdilər. Və mən başa düşmürdüm nə üçün eləyirdilər, amma eləyirdilər də. Trump'ı belə qəribə bir dəstək var idi. Yox, amma Trump bir hissə deyirdi ki, Trump hə, İranı vuracaq. hə, eyni zamanda deyirdilər ki, Trump İranı vuracaq, biz bu ilə razıdır, amma Trump yaxşıdır. Axı, Trump gələndə, Trump'ın çox maraqlı taktikası var. O zəiflərlə nüvə silahı yoxdur, zəifdir, dəstəyi azdır və s. və axır. Onları vurmağa hazırdır. Məsələn, Rusiyanın nazı ilə oynayır, Çinin nazı ilə oynayır, Kim Çin-inin nazı ilə oynayır, nüvə silahı olan dövlətlər. Eyni zamanda Trump'ın baxışı var. Mənə elə gəlir ki, bu şəxsi maraqlardan doğan baxışdır. Çünki onun təmsil etdiyi MAGA antisionist təşkilatdır. Çünki mühafizəli xristiyanlara əsaslanır o təşkilat, MAGA hərəkatı. Yox, bu Antisionistlərdən ibarət. bəlkə nəzəri cəhətdən belədir, amma reallıqda bu belə deyil. Yox, MAGA əleyhinə çıxış edib. MAGA-nın bir çox liderləri və tanınmış şəxsləri İrana hücumun əleyhinə çıxış elədilər. İrana hücumun. MAGA, bilirsiniz, yəni ki, bəzilər deyəndə o səlib yürüyüşü zat danışanda ya, xristiyan. O baxımdan.
anlamırlar ki, yəni ki, antisionizm, antisemit, antisemit təşkilatlar da bunlar. Antisemitizm Hristiyan dünya görüşünün məhsuludur. Məhz Hristiyan dünya görüşünün məhsuludur. Çox sadə bir şey üzərində antisemitizm qurulub. Antisemitizm. Onlar bizim Allah'ımızı öldürüblər. İsa Peyğəmbər biz dediyimiz, onlar deyirlər, həm də Allah'dır da. Allah'ımızı öldürüblər. Bunun üzərində qurulub. Kimi antisemitizm bugün yaranmıyor. Antisemitizm İsa Allah elan olunduğu Rauf Bey andan çox belə deyək də o fərqli. şeyə getməyək də, Hə, özülə getməyək. Bax bu əməliyyatda hə, necə necə bunlar necə fikirləşdiniz? antisemitdirlər. İsrailin rolu nə qədər? Yəni İsrailin təsiri, Bax təhriki. burada sözsüz ki, İsrailin marağı var ki, İran sıradan çıxarılsın. Bax İsrail dövlətinin marağı var. Çünki e, e, İslam faktorundan, İslam həmrəyliyi faktorundan İran xarici siyasətində fəal istifadə eləyir və antisionist, e, antisionizm, anti, e, antisionizm ideologiyasına əsaslanır. Bu İslam faktorundan, həmrəyliyindən istifadə eləyərək. Sözsüz ki. Amma Netanyahu'ya gəldikdə bir qədər fərqli məsələdir. Netanyahu, yəni ki, İsrail dövlətinin başı hərbi cinayətkardır. Xoşuma gəldi, gəlmədi, mən İsrail dövlətinin tərəfdarı. Amma Netanyahu və onun ətrafı hərbi cinayətkarlardan ibarət. Netanyahu bilir ki, o hakimiyyətdən gedən kimi onu həbs eləyəcəklər. Və amma yəqin ki, Yahudilərin Yahudi, yəni İsrail dövlətinin sistemi var. Bu sistem yəni ki, bir dünya görüşü var. Bu sistem xarici təhlükə olanda ona gətirib çıxardır. Hamı həmrəy olur. Əksəriyyət həmrəy olur. Hakimiyyətin dəyişilməsi söhbəti qalır kənarda, başlayırlar vuruşmağa. Çünki söhbət İsrail dövlətinə və İsrail xalqı, Yahudi xalqına təhdiddən gedir. Təhlükədən gedir. Özünü qoruma instinkti onlarda çox güclüdür ki, yəni tarixləri ilə bağlıdır o da. Ona görə də birləşirlər, vuruşurlar. Və bu Netanyahu'nun həm də şəxsi maraqlarına cavab verir. Nə qədər çox müharibə olsa, nə qədər çox qırğın olsa, bu başqa məsələ. Bu başqa məsələ. Amma məsələnin kökü İranın regionda oynadığı roldur məncə. Rauf bəy, bu rolun bu qədər böyüməsində necə? Yəni İsrailin də beynəlxalq hüququ pozması, Fələstinlilərə qarşı bu qətliam, onların torpaqlarını işğal etməsi. Bunun da rolu məncə var da kifayət qədər. İranın belə Mən şişməsi. artıq dedim ki, Netanyahu hərbi cinayətkardır və beynəlxalq tribunal qarşısında cavab verməlidir. Bu bir. Əgər biz Ərəb-İsrail qarşıdurmasını, Fələstin-İsrail qarşıdurulmasını nəzərə keçirsək, bu əslində dini qarşıdurma deyil. Dini qarşıdurma. Etnik bir, ərazi üstündə olan etnik bir qarşıdurma. Təbii. Ərazi üstündə. Sadəcə olaraq tarix belə gətirdi ki, 19-cu əsrin axırlarından başlayaraq Yahudilərin İsrail qayıtması prosesi başladı. İkinci Dünya müharibəsindən sonra isə dövlətin yaranması və balaca bir ərazinin bölüşdürülməsi məsələsi ortalığa çıxdı. Və çoxlu faktorlar burada rol oynadı. Çoxlu faktorlardan biri ki, o Hristiyan dünyasının o dediyim 2000-lərə yaxındır da antisemitizm. O tarixə qədər görək ki, bir günah hiss eləyirlər. Antisemit olmaları ilə yanaşı bir günah hissi, bir səsi günah hissi də hiss edir Yahudilər qarşısında və onların gözümü sözsüz ki, bu qarşıdurmadır. Bu qarşıdurmanın həlli variantları çox azdır. Təəssüflər olsun ki.
Məsələn, biz yəqin ki, Erməni-Azərbaycan münaqişəsi başlayanda 88-ci ilin ki, müasir dövrdə Azərbaycanlıların reaksiyası nə idi? Yadınıza salın. Təxminən belədir ki, ermənilər xəyanətkardır, xəyanət elədilər, hər şey çox yaxşı idi, çox gözəl yaşayırdıq və s. və ilaxır. Elə bir ki, birdən-birə ortalığa çıxdı. Hələ deyildi də. Təkcə 20-ci əsrdə 1905-ci il var idi, 1918-ci il var idi. Yəni ki, öz-özünə çıxmamışdı. İndi kimdir günahkar? Mən hətta o dəyərləndirməni qoyuram da kənara. Kimdir günahkar, kim haqlı? Bu ikinci dərəcəli məsələlərdir. İkinci dərəcəli məsələlərdir, çünki hər bir millət özünü haqlı sayır. Haqlı saymasaydı vuruşmazdı. O mitlərdir, biz miflərlə yaşayırıq. Mifin nə dərəcədə həqiqətə uyğun olub olması ikinci dərəcəlidir. Əsas odur ki, biz nə dərəcədə o mifə inanırıq, onun həqiqiliyinə inanırıq. Sözsüz ki, son illərdəki İsrail-Fələstin İsrail Ərəb dövlətləri qarşı durmasında yaranmış situasiya, problemin həll edilməməsi, İsrailin tutan terror aktlarına bir çox hallarda, əksər hallarda demək olar ki, qeyri-proporsional cavab verməsi həmişə demək olar ki, həll olub. Əgər siz 8 oktyabrda mənim yazdığımda 7 oktyabrda da baş vermişdi o terror aktı İsrailə qarşı edilən. 8 oktyabrda yazdığım statusa baxsaq, mən təxminən hadisələrin bu istiqamətdə inkişaf ediləcəyini yazmışdım ki, Fələstini dağıdacaqlar bunlar. Girəcəklər, dağıdacaqlar, Ərazilərin bir hissəsini işğal altında saxlayacaqlar. Yaxşı da mən buradan hadisələrə qiymətləndirən bir insanda sürücdə oturub qiymətləndirən bir insan bunu bilirdim. Hamasın liderləri bunu bilmirdilər, necə olacaq. Və indiki şəraitdə bu münaqişənin məhz indi Trumpın hücuma keçməsinin bir çox səbəbləri var. Bir çox səbəbləri var. Bu səbəblərdən biri çox konkretdir, sadə bir şeydir əslində. Mən dedim də, əslində MAQA antisemit təşkilat. Çünki mühafizəkar xristian antisemit olmaya bilməz. Yəni ki, bu ideologiya. Bu nəzəri cəhətdən belədir. Nəzəri cəhətdən. Yox, praktik olaraq belədir. Yox, həmişə ABŞ respublikaçıları onlar daha çox Yəhudi lobbisinin onlara təsiri olub. Həmişə onlar bu Yaxın Şərq məsələsində daha kəskin şəkildə, məsələn, demokratlardan fərqli olaraq, demokratlar daha çox burada o iki dövlət prinsipinə yaxın olublar. Həmişə də İsrailə təzyiq eləyiblər. Bu xüsusən də Obama administrasiyası dövründə özünü göstərib. Amma yəni bu nəzəri cəhətdən belə olsa da, amma ümumiyyətlə respublikaçılar daha yaxın sayılır. Bir dəqiqə. Neokonservatorlar var. Bax, sizin dediyiniz o cərəyan neokonservativ cərəyandır. Respublikaçı cərəyandır. İsraillə əməkdaşlıq tərəfdarı olan. Və onlar bugün əgər İsrail İran məsələsini qoysaq bir kənarına, bütövlükdə Trumpın əleyhinə olanlar. Dik Cheney və s. o dəstədə indi Cheney özü yoxdur. O neokonservativ dəstə Trumpın ənəvi əleyhdarlarıdır Respublikaçılar Partiyasında. MAQA ənənəvi konservatorlardır, mühafizəkarlardır. Ənənəvi xristian mühafizəkarlardır. Bunların dəyərləri ənənəvi xristian ideologiyasına söykənir. Onların antisemit olması qaçılmazdır. Deyə bilərlər biz antisemit deyilik və s. amma qaçılmazdır. Çünki ideologiyanın
özü onun üzərində qurulub. Mən xristian müsəlman qarşı durması məsələsi, yaxud da xristian yahudi qarşı durması məsələsində deyil. Gəlin tarixə nəzər salaq da, tarixə nəzər salaq. Ənənəvi xristiyan cərəyanları məhz yahudilərə qarşı o qırğınların arxasında durublar. Son qırğınların tarix boyu baş vermiş. Əslində Hitlerin ettiği o muasır dövrde de yeni bir şey değildi Avrupa için. Avrupa için. Sadece olarak o dini e, necə deyirlər, e, Konfrontasiyanı dini konfrontasiyanı irqi konfrontasiyaya çevirdi. Yani ki adını değişti. Adını değişti. Hazır idilər. Siz yəqin ki Avropada görürsünüz də, hər bir Avropa dövləti, Avropa xalqı bugün həmin hadisələrdə iştirak etmədiyini sübut eləməyə çalışır. Amma bu və digər dərəcədə hamısı iştirak ediblər. Və müəyyən mənada ürəklərindən olub da, fərqi nədir? İndi hamı Hitlerin Rauf bəy, boynunadır. bax, Hə, qoyaq bu Trumpı məsələni. hə, Başa Trumpı düşdüm. Trumpı tənqid edirlər. Tənqidlərdən biri, yəni söhbət şeydən getmir də. Yəni Azərbaycandakı tutaq ki, İran yönlü dindar kəsimdən bunlardan getmir söhbət. Məhz ABŞ-da, Avropada məsələn Böyük Britaniyada, Almaniyada deyirlər ki, bu bizim müharibə deyil və burada o cümlədən demokratlar, məsələn, o cümlədən hətta Respublikası, məsələn, Bolton, hansı ki uzun müddət yəni Respublikaçıların o həmən Mağanın dəstəsindəndir o. dediyimiz adamlardan biridir və o bu əməliyyatın vacib olduğunu qeyd edir. Amma deyir ki, bunun üçün öncə bir hazırlıq olmalıydı daxildə və s. və digər bir faktor da burada. Məhz Ukrayna faktorudur. Yəni elə bil ki, ABŞ indi bir növ resurslarını yönəldir ora, burada patriot raketlərindən gedir söhbət və o biri tərəfdən də neftin qiyməti, yəni ümumiyyətlə bu gərginlik başlayandan 70 dollara, indi də 90 dollara keçib və indi ABŞ Maliyyə Naziri də elan elədi ki, e, Rusiya icazə veriləcək o Hindistana neft satsın və qəti olaraq sanksiya götürüləcək. Yəni burada bu müharibənin indiki anında şəxsən mən düşünürəm ki, burada bircə udam var. O da Rusiya. Siz nə fikirləşirsiniz? Düşünmürəm ki, Rusiya indiki, yəni ki, əgər indiki məqamdan söhbət gedirsə, Rusiyanın notu yalnız neftin qiymətlərinin artmasıdır və bazarda neftin azalmasıdır. Qalan hallarda qalan bütün variantda nəticə etibarilə Rusiya ordusu. Rusiya ordusu. Çünki Trump başladığı işi sona çatdırmalıdır və uğurla sona çatdırmalıdır. Özə qısa müddətli sona çatdırmalı. Bir neçə faktor var da. Nə üçün Trumpın özünə lazım idi bu əməliyyat? Biri çox sadə bir şeydir də, ailəsi ilə bağlı. Trumpın ailəsinin bir hissəsi Yahudilərdən ibarətdir də, bilirsiniz. Qızı ərdədir, Kuşner ərdədir, Kuşner Yahudi ailəsindəndir və var o Yahudi ailəsindəndir və s. Ona görə də MAGA liderinin belə Yahudi pərəsi olmasın, yəni çox Yox be, sadə səbəb ABŞ-da var. o qədər Yəhudi var ki, ümumiyyətlə antisemitdir. O cümlədən Yox, anti-İsraildir. Məsələn, yox da Kuşner antisemit de değil, anti-İsrail de değil, solçu değil, solçu liberal değil. Mən konkret ailədən söhbət gedir və söhbət Trump'ın kızı bildiğiniz kimi ərə getdiyi, yəni ki, ərə getdiyi üçün şey də qəbul edib də, Yudaizmi də qəbul edib. Yəni ki, artıq Alman deyil. Şərt olaraq da desək də Yahudidir. Orada dini qəbul elədin, milləti də qəbul edirsən, Yahudidir. Yəni bu məsələ var. Amma sözsüz ki, bu məsələ 100%lik deyil də. İkinci siyasi məsələ, faktorlar, siyasi ölkənin siyasi ölkənin faktor, daxil
Siyasi faktor ondan ibarətdir ki, e, faktiki olaraq növbəti seçkilər, söhbət parlament seçkilərindən, konqresə seçkilərdən gedir. Konqresə seçkilər Trump üçün ehtimal votumu olacaq. Trump uduzsa o seçkiləri, e, onun e, onun vəziyyəti həddindən artıq pisləşə bilər. Onun impeachment məsələsi gündəmə gələcək. Impeachment məsələsi gündəmə gəlməklə yanaşı, onun bütün təşəbbüsləri Konqres tərəfindən ə, bütün təşəbbüslərinə Konqres tərəfindən vəd olunacaq. Həyata keçirilməsinə maneçilik törədiləcək. Yəni, onun üçün həm də deyirəm də, impeachment məsələsi var, orada çoxlu iqtisadi cinayətlər var bildiyiniz kimi, xüsusilə hakimiyyətə gələndən sonra aksiyalarla oynamaq məsələsi var. Özünün və yaxınlarının həddindən artıq bu aksiyalarda qazanması məsələsi var. Sonra yəni ki, bitcoinlər məsələsi var, bilirsiniz də, o elektron pullar məsələsi var, onlarda qazanması məsələsi var. Epstein Çox faylları məsələsi də var. Epstein faylları məsələsi var, çox biabırçı bir şeydir. Məlum olub ki, o hətta demokratlardan biri çıxışında dedi ki, onun adı deməli İncildə İsa peyğəmbərdən çox çəkilir. Yəni ki, bu cür biabırçılıqlar var. Yəni cavab verməlidir. Və ona görə də ona udmaq lazımdır. Udmaq onun üçün lazımdır ki, əslində mən düşünmürəm ki, məğlubiyyət həddindən artıq böyük olacaq. Amerikada belə olmaya bilər. Olması çox çətin məsələdir. Amma əgər məğlubiyyət hiss ediləcək dərəcədə olsa, tutalım da, üstünlük 20, konqresdə üstünlük 20-25 nəfər olsa demokratlar tərəfindən, bu zaman respublikaçıların da bir hissəsi Trumpdan üz döndərə bilərlər. Onsuz da bir hissəsinin üz döndərməyə hazırdır və artıq üz döndərir. Və fikir verirsiniz ki, Trumpdan üz döndərənlər arasında MAQA tərəfdarları da var. MAQA-nın içində liderləri də var. Major Taylor da hətta istefa verdi. Parladı, hətta konqresdən də istefa verdi. Sonra Tucker Carlson'da da o jurnalistin adı. Tucker Carlson onu ciddi tənqid edir. Amma Carlsonu kənarlaşdırdılar mağazadan. Bu məhz Yox da indi tənkidlərə nə görə? hələlik yaxı oradan bilirsiniz MAQA-dan kənarlaşdırma çox şərtli şeydir. Trump deyir ki, bu MAQA-nın üzvüdür. MAQA-çı deyil. Necə ki, Major Taylor da MAQA-çı idi də əslində. Və burada üzvü deyil. Nə olsun? Onun auditoriyası var. Onun auditoriyası məhz MAQA tərəfdarlarıdır. MAQA tərəfdarlarıdır. Tanınmış jurnalistdir. Tanınmış jurnalistdir. Hə, konspirologdur və s. Mən qəbul etdiyim insan deyil, amma tanınsın. Söhbət onun təsirindən gedir növbəti seçkilərə. Auditoriya təsirindən gedir. Və s. və əgər məğlub olarsa, onun üçün çox ciddi problem yaranacaq. Ona böyük qələbə lazımdır. İran üzərində qələbə böyükdür. Kifayət mi olacaq? İnanma. Yəni Bu qələbə çox böyük mümkündür. sual Burada gəl onda biraz detallara gedib. Bax indiki dövrdə necə düşünürsünüz? Məsələn, quru hərəkat real görünmür. Amma quramalı. quru əməliyyatlar. Quru əməliyyatları real görünmür, amma bu barədə danışır. İkinci bir variant İran kürdləri. Yəni burada bu faktordan son günlər ABŞ mətbuatı danışır, reportajlar hazırlayırlar və eyni zamanda da İran da bu Kürd qrupları hədəf götürüb onlara zərbələr endirir. Yəni İran faktiki olaraq yəni bir neçə günün içində, bir ayın içində, 2 ayın içində belə əllərini qaldırıb təslim olmağa istiqamətlənmiş kimi görünmür. Yəni, əksinə bütün regionu
bütün regiona hücum eləyir. İndi Azərbaycan məsələsində ayrı danışacağıq. Yəni bu qələbə necə reallaşa bilər? Yəni ki, e, İran tərəfinin çox da belə o insan tələfatı və sair onları maraqlandırmır. Əksinə onları biraz da belə deyək də motivə eləyir. O cümlədən məsələn liderlərin öldürülməsi də o orta eşelonda oturmuş şeyləri e, hərbiçiləri və sair motivə eləyir. Çünki pika qalxmaq mümkündür artıq. Məsələn, kimlərsə sıradan çıxırsa, onlar vəzifə ala Bilirsiniz, bilər, yüksələ bilər. bilirsiniz, birincisi gəlin resurslara baxın. Yəni resurslar müqayisə olunmaz. Müqayisə olunmaz. E, Biz İranın demək olar ki, bütün aviasiyası azad edilir. İranın demək olar ki, donanması yox. Yəni resurslar baxımından, yəni ki, söhbət hərbi resurslardan gedirsə, e, sözsüz ki, hə, müqavimət göstərə bilər bir müddət, müqavimət göstərər, amma resurslar arasındakı fərq həddindən artıq böyükdür. Bu bir. İkincisi, İran, mən ümid edirəm ki, İran elitası var. İran elitası var. E, Və o elitanın bir hissəsi həmişə dil tapıb, dil tapıb, situasiyanı ə, nə cürsə yola qoymaq haqqında düşünür. Bax, siz dediniz ki, yəni atmaq imkanı var. Öləyin yerini tutmaq imkanı var. Sözsüz. Sözsüz. Xameyni öldüyün yerini kimsə gəlməlidir də. Oğul gələcək Xameyniyə eləyir. Yəni, indi oğul gələcək, başqası gələcək, ondan hər halda, hətta bilmirəm də indi hamı istəyir ki, o dövlətin lideri olsun. Biz şərqlərdə o hakimiyyət ehtirası çox böyük olur. Bilmirəm nə üçün şərqlərdə daha böyük olur. Amma olur. Amma gəlin baxaq. Yəni ki, mən düşünürəm İran elitası var, İran tarixi dövlətçilik ənənələri var və onlar da başa düşürlər ki, hə, sən qalxa bilərsən, ancaq sən bir də gördün, heç nə olmayan, artıq dağılmış, heç nə olmayan, heç bir imkanları olmayan bir ölkəyə başçılıq edəcəksən. Yəni, olmayan bir şeyə başçılıq edəcəksən. Yəni ki, olmayan bir şey məsələsi var. Bəşər Əsəd Dağda uzun müddət, Rauf bəy, Bəşər Əsəd gör neçə il İndi bax, dağılmış ölkəyə gəlin, rəhbərlik. gəlin İranı e, oyuncaq Suriya ilə dövlətlərinə, müqayisə eləmək. yəni oyuncaq dövlətlərinə, məsələn, İraqdır, İrandır, Livandır. E, Bu dövlətlər əslində e, 20-ci əsrdə yaranmış dövlətlərdir və süni şəkildə yaranmış dövlətlərdir. Yəni hərəsi bir tərəfə çəkir də bu dövləti. Həmişə də həll oldu. Ya sən avtoritar diktatura vasitəsilə səninlə heç kimin işi olmayanda, sənin arxanda Rusiya və yaxud da Sovet İttifaqı durur və s. sonra da Rusiya dururdu və s. Sən başı girirsən, o başqa məsələdir. E, O başqa məsələdir. Amma İran ənənəsi olan dövlət. Dövlət ənənələri var. Elita var. Mən yada salmaq istəyirəm ki, 20-ci əsrdə iki dəfə o dövlətin ərazisi faktiki olaraq işğal olunub. İkinci Dünya müharibəsində də olub, ondan əvvəl də olub. Hər Birinci dəfə də Dünya elə müharibəsində də, İkinci Dünya müharibəsində. və hər dəfə də elə eləyiblər ki, davasız, şavasız o qoşunlar oradan çıxsınlar. Hətta yəni Sovet İttifaqının girdiyi yerdən çıxartmaq qeyri-mümkün idi də. Qeyri-mümkün idi. Sovet İttifaqı tərk elədi oranı. İngilislər də tərk elədilər. İngilislər də gəl oturmuşdular da orada. Bir tərəfində İngilislər oturdu, bir tərəfində Sovet İttifaqı. Yəni bu ə, əslində ə, İran İslam inqilabından sonra bax bizim dediyimiz bu mollokratiya deyilik də, mollokratiyada həmin siyasəti davam elətdirirdi. Həmin siyasəti. Siyasət nədən ibarət idi? Ənənəvi yəni fars siyasəti idi.
e, o hiləgər, e, manipulativ fars siyasəti idi. Nədən ibarət idi? Gərginliyi artırırdılar. Son anda nəyisə güzəştə getirdilər. Yəni elə bir ki, gərginliyi 100% artırırdılar, sonra bir 40%-ni güzəştə gedirdilər və dedilər, bax görürsüz, biz güzəştə getdik. Rauf Bax, bəy, burada bir məqama mən diqqət yetirim, həm də biraz maraqlı diskussiya alınsın. Burada deməli, əslində Xamneyi özü də deyirdilər ki, o özünə varis kimi e, Larcanini nəzərdə tutur. Və əvvəl, amma baxmayaraq ki, Larcanini prezident seçkilərindən kənarlaşdırmışdılar, onu bir növ belə deyək də, başqa bu mühafizəkar kəsimdən olan adamlara mane olmaqda və s. Yəni fikirləşirdilər mane ola bilər. Amma e, onu deyirdilər, onu nəzərdə tutur. Onu müəyyən eləyib təhlükəsizlik şurasına katib gətirib və s. O o həmən elə bir sizin dediyiniz bu tipə uyğun adam. Necə ki o birinci bu nüvə sazişini əldə eləmişdi və s. Amma indi elə bir sanki o düzdür, yenə danışır, yenə amma elə bir ki artıq ondan söhbət getmir. Daha çox elə bil o müəyyən bir kəsim Xamneyinin oğlunu gətirməklə onu qisasa sürükləmək, yəni ki bunun artıq ata gedib, ana gedib, deyəsən həyat yoldaşı da gedib. Yəni bunu bu motivasiya ilə yanaşırlar. Yəni bax İranda e, mən e, bu o dediyiniz belə deyək də onların indi iş başına gəlmə şansı var bu müharibənin gedişində. e, bilirsiniz, əvvəla mən dedim ki, həmişə o xətt olacaq. O xətt var, mövcuddur. Yəni dil tapmaq xətti, gərginliyi salmaq xətti. Əslində siz Trumpın ilk dövrlərdəki, yəni ki, bombardımanlar başlayanda ilk günlərdəki bəyanatlarını nəzər salsanız, əslində açıq mətndən deyirdi ki, e, tabe olun, hər şey bitsin də, dayandırın. Siz də hakimiyyətdə qalın. Xamenei öldü, yəni ki, elə bir səhifə qapandı. Mən hakimiyyəti heç dəyişmək də istəmirəm. Bizimlə dil tapın, mənim dediyimi təsdiqləyin, təsdiqləyin, mən də sizi saxlayıram. Mənə heç nə dəyişmək lazımdır. İndi Trumpın retorikası dəyişir. Trump hətta İranın bir dövlət kimi aradan çıxması məsələsini gündəmə qoyur da. Son çıxışın yəqin ki, qulaq astınız, total müharibədən söhbəti aparır və İranın bir dövlət kimi sıradan çıxması olar məsələsini qoyur. Və bu tamamilə başqa ssenaridir də. B ssenarisidir və Kürdlər o ssenariyə daxil ola bilərlər. Və Kürdlər məsələsi o ssenaridə çox vacib rol oynaya bilər. İndi amma əgər savaş davam edəcəksə, İranın təxminən müəyyən ekspertlərin fikrinə görə 2 həftədən 2 aya qədər müharibənin intensivliyindən asılı olaraq 2 aya qədər müqavimət göstərməyə imkanı olacaq. Ondan sonra sadəcə o müqavimət imkanları çox məhdudlaşacaq. Partizan hərəkatı İran üçün deyil. Partizan kimi vuruşmaq və s. partizan hərəkəti İran üçün deyil. Quru əməliyyatlarında quru əməliyyatlarında əksinə İranın imkanları yüksək qiymətləndirir. O baxımdan ki, böyük sayda belə deyək də quru qoşunları ora daxil etmək mümkün olmadığından onlar sanki bunu gözləyir ki, bu olsun. O biri tərəfdən e, Rauf bəy, Rusiya, bax bu artıq aşkar Müdafiə Nazirinə də ABŞ-ın sual verirlər. ABŞ mətbuatı yazır. Rusiya kəşfiyyat məlumatları ilə təmin edir. Çin e, dronların komplektlərini verir. Yəni burada biz o biri faktorları da həmişə gərək diqqətə alaq ki, yəni hər halda Bir dəqiqə. Çin Gəlin Hı. şeydir. Kəşfiyyat xarakterli məlumatların verilməsi çox asan.
asandır yəni ki, ötürülür də bu şeydir. O qədər də problem deyil. Ha, Rusiyanın İrana nəsə ötürmə imkanları var, var. Yəni çünki sərhəddir, yaxındır və s. və s. Çininki daha hərbi əməliyyatlar. Xəzər dənizindən ötürə Xəzər bilər. dənizi var və s. birbaşa ötürür. Hə, hərbi əməliyyatlar başlayandan sonra ə, açıq da olmasa gizli şəkildə ötürə bilir Xəzər dənizinin vasitəsilə. Hərbi əməliyyatlar başlayandan sonra Çinin ə, ə, Rusiyaya, Çin, yəni İrana birbaşa nəsə bir dəstək göstərməsi, söhbət dronlarla və s. bağlı, komponentlərlə bağlı və yaxud da ki, tam raketlərlə bağlı və s. demək olar ki, mümkündür. Çünki birbaşa sərhəddi yoxdur. Hansı dövlətlərin öz ərazisindən İrana yardım üçün, ətraf dövlətlərin İrana yardım üçün istifadə edilməsinə razılıq verməsi çox ciddi problemdir. İndi Ormuz deməli, Körfəzi və s. o boğazlar bağlanıblar. Neftin qiymətinin artmasının səbəbi də odur ki, gəmiçilik də orada kifayət qədər məhdudlaşıb. Rusiyanın hərbi sursatla İrana yardım etməsi imkanları demək olar ki, sıfıra bərabərdir. Özünə lazımdır. Özünə Rusiyanın özünə lazımdır. oradan gəlirdi. Əslində İrandan Hə, çoxlu komponent İran gəlirdi. komponent gəlirdi. Xüsusən o pilotsuz uçaqlarla bağlı da komponentləri oradan alırdılar ya da alırdılar bütövlükdə onlardan və s. Söhbət indiki şəraitdə indiki şəraitdə indiki şəraitdə uzun müddətli texnoloji müharibə aparmağa İranın imkanları çox məhduddur. Maksimum 2 ay ola bilər. O da intensivlikdən asılı ola bilər. Asılı olaraq. Maksimum 2 ay onlar davam gətirə bilərlər. Quru əməliyyatlarına gəldikdə isə quru əməliyyatlarına gəldikdə isə bir tərəfdən İran ordusu var, digər tərəfdən Sepah var, Bəsiş də var və s. Hamısının silahları. Amma birincisi artıq biz İranda hakimiyyətdə bir müəyyən bir parçalanma mövcud olduğunu gördük də. Prezident bir bəyanat verdi, sonra Sepah dedi ki, prezident qələt eləyir, səhv eləyib belə danışıb. Sonra da prezident faktiki olaraq öz sözlərinə imtina etməli oldu. Yadda saxlamaq lazımdır ki, yəni ki, insanlardır da, adi insanlardan söhbət gedir. Quru əməliyyatları elə şeydir ki, sənin həm birbaşa öldürməyə çalışacaqlar, necə deyirlər, döyüş meydanında da. Bir də yuxarıdan başına töküləcək hər şey. Və yenə də yuxarıdan başına tökülənə qarşı İranın demək olar ki, bir azdan hələ indi var nəsə. Nəsə var hava hücumundan Hava müdafiə hücumundan müdafiə sistemi demək olar yoxdur. ki, yoxdur. Yox. Və yəni, Aviasiyası da demək olar ki, yox kimidir də. yoxdur. Köhnə Başıma Rusiyanın tök, hə, başıma tökülənin qarşısını ala bilməyəcəksənsə, ölməyə məhkumsan. Ölməyə məhkumsan. Normal insan ölmək istəmir. Heç biri ölmək istəmir də. Özə bilirsən ki, qaçılmazdır ya ölüm. Qaçılmazdır ölüm. Sənin üçün çıxış yolu yoxdur. Sözsüz ki, Amerika Birləşmiş Ştatları da quru əməliyyatlarını istəməzdir. Çünki quru əməliyyatlarında canlı itkilər məsələsi var. Amma Trump üçün məsələnin uzanması da olmaz. Çünki hayküydü, qalxır və s. Sərfə deyil. Sərfə deyil. Qısa müddətdə qutarıb qələbəni elan etmək lazımdır. İranı
İranı, yəni ki, İran probleminin gündəmdən çıxması haqqında bəyanat vermək imkanı olmalıdır. Ki, belə bir problem yaxın şərqdə yoxdur artıq. Bax, bunun üçün e, variant bir odur ki, rejim özü deyir ki, bəsdirin, gəlin sizin istədiyiniz, sizinlə danışmağa hazır olan adamlardan birini koyuruq. Ya da ki çevriliş baş verir İranda. Çevriliş baş verməlidir, kimsə gəlməlidir. Belə isə dağıdacaq. Çünki dağıtmamaq birdən-birə demək ki, mən sizinlə razıyam. Yəni ki, deyə bilməz ki, nüvə silahını əldə etməyinizə razıyam artıq. Çünki sən müharibəni başladın. Sən elədin bunları. Ya getməydin, nəsə bir razılaşma əldə eləydin. 20 sənsə faktiki olaraq bütün müttəfiqlərin növbəti dəfə səndən üz döndəriblər. Bir çox əcaib bir situasiya ilə qarşılaşmışıq indi. Bax, o səlib yürüyüşü haqqında danışanlar görmürlər ki, belə də bütün demək, aparıcı xristian dövlətləri əleyhinə çıxış elədilər. Hamısı əleyhinədir və heç və mən Heç açığı bu nöqteyi nəzərdən də biraz elə bil ABŞ tərəfdən, ABŞ nöqteyi nəzərindən biraz skeptikəm ki, bu çünki Trump çox belə deyək də, çox düşünülməmiş addımlara getdi. İstər daxili siyasətdə, istər xarici siyasətdə. Rauf bəy, sonuncu bir məsələ və bizim dinləyicilərimiz üçün çox önəmli məsələ. Türkiyə və Azərbaycan. Yəni Türkiyənin münasibəti əməliyyata mənfidir. Necə ki o şeylər daha belə deyək, daha sərt şəkildə mənfidir. Həm də burada bir oradakı AK Parti hakimiyyəti buna bir dini həmrəylik nöqteyi 10 gün. nəzərindən yanaşır. Fakat 10 gündən sonra dəyişə bilər bəlkə də. Bir müddətdən sonra Erdoğan mövqeyini o kadar değişip ki dəyişir. adam biabırçasına değişiyor. Yattan Buna çıkarmıyorlar. buna bir qısa buna münasibət bildirək. Ondan sonra Azərbaycana keçək. E, Türkiye'nin münasebeti bilirsiniz o değil ki iki taraflıdır. Yani bir değil, çok taraflıdır. E, Birincisi yani ki siz deyirsiniz AK Parti var, Erdoğan var. AK Parti'nin bir seçicisi var. O seçicisi e, e, antisiyonisti, yani siyonizmin aleyhinedir. E, Antisemit demir ama Ayşelirem antisemitizmle antisiyonizmi bir kadar farklandırmak lazım. Antisiyonisti, e, Yahudi, yani ki İsrail, Amerika siyasetinin əleyhinədir. Əslində onun o seçki tabanı deyil də təkcə. Türkiyədəki bütün deməli siyasi partiyalar anti-imperialist bir ritorikadan istifadə edirlər. Çox maraqlıdır da anti-imperialist imperiya olan bir dövlət anti-imperialist ritorikadan istifadə. Ənənəvi imperiya olan veya dövlət anti-imperialist ritorikadan istifadə. Necə ki Rusiya. Solçuluk da güçlüdür vesaire veya lahir. Ama hep demek Rusya, Türkiye'de tutan ənənəvi qərbçilər çok azdılar. Qərbçilər hatta Amerikanı atsak kenara, yani ki Amerikan bugünkü siyasetini atsak kenara, Trump siyasetini atsak kenara, Trump siyasetini atsak kenara, ənənəvi qərbçilər çok zəifdirlər. Eğer seçkiləri geçsələr, 2-3% güclə toplayırlar. Toplayarlarsa eğer toplayarsa yoktur demiyorlar ki teessüfler olsun. Bu çok meraklı şeydi Türkiye'de. Ve Türkiye'nin ama Türkiye'nin maraqlarına baxaq. Mesela əvvəlki hökumətlərin bir dənə fərqi var idi Erdoğan hökumətindən. Anti-imperialist ritorikadan istifadə edirdilər. Amma lazım olanda düzgün qərarlar qəbul edirdilər. Yani söz başka, iş başka. Söz başka iş başka. Erdoğan çalışır ki hem Qərbin əleyhinə olsun, hem Qərbdən faydalansın. Yəni ki, olmur da belə. İkisindən birini seçməlisən, deyil.
Niyə görə sənə fayda verməlidirlər, sən əgər onların əleyhinəsən? Deməli, amma biz hətta o Trump'ın o sülh şurası var ha. Baxsan yarısından çox müsəlman ölkələrdir orada. Yəni ki, nə oldu ya? Bax, səlib Müsəlman yürüyüşü. ölkəsi deyəndə diktatorlar, Yo, avtoritar yo, ya, bax, rejimlərin gəlin də, rəhbərləridir. gəl. Diktatordur, qeyri-diktatordur. Mənə dəxli yoxdur. Müsəlman ölkələri damısı 19-undan 11-i müsəlman ölkəsidir deyəsən. Əgər mən o vaxt hesablamışdım ha, saymışdım. Əgər səhv eləmirəmsə, təxminən. Budur da e, Avropa ölkələrindən də düşüb də xırda-mırda şeylər giriblər. Ciddi Avropa ölkələrinin heç biri geri girmədi ora. Yəni xristianlığın daşıyıcısı, mən bugün boş-boşuna demirəm. Baxın da, aparıcı xristian dövlətləri də İtaliyada, İspaniyada, İngiltərədə, Fransada. Heç biri müdaxiləni dəstəkləməyib. Heç biri. Hə. Yox, İtaliya belə nə əleyhinə çıxıb, nə dəstəkləyib. E, Də, İspaniya dəstəkləməyib də, İspaniya ümumiyyətlə imtina dəstəkləməyib. Mən nə eləyib. demədim Hə, ki. İspaniya imtina İspaniya eləyib. Qati əleyhinə çıxdı. Macron bəyanat verdi, əleyhinə çıxdı. İngiltərə deyir ki, get başına ağıl qoyur. Hmm. Trump'a açıq şəkildə deyir ki, İngiltərədə ümumiyyətlə indi düzdür, orada baş nazir biraz nəzərə alır da münasibətləri və s. İngiltərənin parlamentariləri çox sərt əleyhinə çıxdı. Sonra Almaniyada kansler düz getdi, görüşdü, ancaq vitse-kansler dedi ki, bu bizim müharibə deyil. Təbii ki, müharibə deyil. burada Hə. təbii ki, bu demagogiyadır. Yəni ki, səlib yürüyüşü İndi və s. hansı ölkələrin ərazisindən Amerika zərbə vurur İrana? Mü müsəlman ölkələrinin. Küveyt, Müsəlman ölkə. hmm, Küveyt, Müsəlman sonra ölkələr. Hə, o biri ərazisindən. belə deyək də Bəhreyn orada hərbi. Amma e, Hə, Türkiyənin Türkiyənin maraqlarıdır. Türkiyəni burada çəkindirən həm də İranın parçalanması ola bilərmi? Çünki burada Kürd faktoru, Məsələ Türkiyə. ə, məsələ ondan ibarətdir ki, əslində Türkiyə özünün çiçəklənməsinə görə mollalara minnətdar olmalı. Mollalara minnətdar olmalı. Mollalar hakimiyyətə gələnə qədər ə, Qərbin regionda, Yaxın Şərqdə ən əsas müttəfiqi Amerika Birləşmiş Ştatlarının Qərbin və o Qərb siyasətinin keçiricisi İran idi. Və siz iqtisadi göstəricilərə baxsaq, Türkiyə ilə İranın iqtisadi göstəricilərinə, o cümlədən xarici ticarət dövriyyəsini müqayisə eləsəz, o vaxt İranın xarici ticarət dövriyyəsi Türkiyədəkindən 2 dəfə çox idi. İndikinin tam əksidir. İndi Türkiyəninki çoxdur. Neft satırdı, idxal elirdi. Azərbaycanın indiki durumu. Yox, təkcə neft satmırdı. Zavodlar oradaydı. İndi Türkiyədə olan bütün zavodlar, o cümlədən maşın qayırma zavodları, Ford'u buraxırdılar ya onlar. İndi Ford köçüb Türkiyəyə. Hamısı oradaydı. Hamısı oradaydı. Əslində modern Yox, məncə şəhərlər. bu Türkiyəyə elə bir ki, keçid o elə şeydən başladı. Birinci Şah dönəmindən də əvvəl o bir İran demokratı e, hakimiyyətə gəlmişdi. Onda elə birinci o milliləşmə filan və sonra Türkiyənin NATOya üzv olması ilə bağlı artıq bu belə deyək də bu fokus dəyişdi. Yox. Baxın da, gəlin, daxil olun 79-78-ci illərinin xarici ticarət dövriyyəsinə baxın. Türkiyənki ilə İranınki müqayisə edin. Yox, burada neft İranınki faktoru var. Çünki İran o həmən dövrdə İran mənim üçün həmən dövrdə böyük neft şey idi də, neft satan idi və qərb şirkətləri orada işləyirdi. qərb şirkətləri işləyirdilər, Neft qərb şirkəti. texnologiya əslində bu günə qədər İran o zavodlarda maşın buraxır, köhnə modelləri buraxır. Da başqa cür.
Hə. Ya qalmayıb da gəlin imkan. bununla Yox, yox. bağlı uzağa getməyək, Gəlin. çünki burada hətta belə bir deməli mən məqalə oxumuşdum. Çox yəni bir deməli İran şahı hətta belə e, bu 70-ci illərin axırlarına doğru da bu inqilab ərəfəsində belə deyir ki, "Ha, biz gərək çoxlu ölkəyə nə bilim texnologiya gətirək və s. Hətta gətiriblər. Gətiriblər, çoxlu alıblar, gəmilər gəlib daşıyıb. Sonra görüblər ki, heç yol yoxdur. Daşımaq üçün bunu məsələn Tehrana, Şimala, İsfahana aparmaq üçün Sözsüz. yol yox. Mən indi Yəni başqa bir İranda dəqiqə, o bir çox dəqiqə, böyük. bir dəqiqə, bir dəqiqə Zöhrət bəy. Hı, Obyektiv rəqəmlər var da, mən obyektiv rəqəmlərə söykənməyi xoşlayıram. hı, hı. Bu bir. İkincisi, geosiyasi məsələ ortalığa çıxdı. Qərbin regionda Türkiyədən başqa istinad eləyə biləcəyi dövlət qalmadı. Yəni ki, böyük dövlətdən söhbət gedir də, puldan söhbət getmir. Böyük dövlətlərdən söhbət gedir. Məsələn, Türkiyə kimi böyük dövlət və məcbur indi bu digərlərcə məcburdur Türkiyənin nazı ilə oynasın da. Çünki başqa dövlət yoxdur sadəcə olaraq da. Yəni ki, Birləşmiş Ərəb Əmirlikləridir, Səudiyyə Ərəbistanıdır. Bunlar özlərinin təsir gücünə görə Türkiyə ilə müqayisə ola bilmir. Puluna görə hə, təsir gücünə görə yox. Məsələ bundan ibarətdir. Yəni Türkiyə ciddi dövlətdir. Türkiyə ciddi dövlətdir və yəni biz 90-cı illərdə yox, daha doğrusu İran İslam İnqilabına qədərki dövrdə yaranmış bazadan söhbət gedirsə, həmin o bazadır ki, bu günə qədər qapalıllıq şəraitində belə İranın texnoloji baxımdan bir sıra istiqamətlərdə və elmi baxımdan inkişafını təmin edir. O baza qapalılıq dövründə təmin edir. Yəni ki, yadınızdadır da sərhədlər açılan kimi bizim işlər əməliyyat eləmək üçün indi də gedirlər imkan olsa İrana gedirdilər də yadınızdadırsa. Yəni ki, müəyyən əməliyyatlar və doğrudan da inkişaf edir. Yəni bu hətta qapalılıq dövründə olub, sanksiyalar altında olub. Təbii bunu həmən bu İslamçılar O eləyiblər. Bunu İslamçılar o elmi o dövrün 70-ci illərin qazandıqları o baza haqqında, baza üzərində eləyiblər. Yəni ki, o vaxt İranda elm yaxşı inkişaf eləmişdi. Yəni ki, inkişaf eləyirdi. Yəni o universitetlər idi də inqilabı eləyənlər indi. Yo, təbii, İndi təbii o universitetlər var idi, amma eyni zamanda bu hə, İslamçılar da humanitar elmləri kənara qoymaqla bu dəqiq elmlərlə bağlı həmişə Almaniya ilə, ABŞ-la, Fransa ilə, Qərb ölkələri əməkdaşlıq ediblər. İnsanlar orada oxudublar. Bax, bugünkü onların o atom əksəriyyəti işlərini o görənlər hamısı MIT-nin məzunlarıdır. Bu sadəcə olaraq onlar e, buna investisiya qoyublar. Özlərinin təbii ki məqsədi olub və o cümlədən də tibb sektoru. Təbii ki, tibb sektoru yəni son illərdə bu belə deyək də bu atom indi birinci nüvə sazişinə qədər də infrastrukturda da çox böyük işlər görmüşlər. Sadəcə olaraq o nüvə sazişindən sonrakı dövrdəki yenidən sanksiyalar başladı və İranın növbəti faciəsi başladı. Həm də belə deyək də, həm də o sizin dediyiniz məsələlər, bu İran başladı çox böyük pullar Suriya xərcləməyə, İraqa xərcləməyə, Yəmənə xərcləməyə. Yəni biraz elə bil o neftin o baha vaxtı da pul qazandılar və bunları da düzgün istifadə edə bilmədilər. Əslində daha çox Rusiya kimi silahlanmaya sərf elədilər. Və bu da həm də gətirdi bax onları bu vəziyyətə gətirdi. Rauf bəy, gəlin Türkiyə Azərbaycanla bağlı. Türkiyə Azərba Türkiyə ilə qurtarım. bəli. Birincisi. Türkiyənin ikilidir maraqları, necə ki Rusiyanın ikilidir maraqları. Onlar bir tərəfdən Türkiyə başa düşür ki, İran həmişə regionda Türkiyə ilə rəqabət aparan bir dövlət olacaq. Eyni coğrafiyaya iddia eləyirlər. Yəni ki, Erdoğanın o Osmanlı coğrafiyası terminindən istifadə etməsi düzdür, ərəblər elə bilir ki, ərəblərin xoşuna gəlir. Ərəblər üçün söyüşdür əslində də. Çünki
hər dəfə onların yadını salırsan ki, siz mənim müstəmləkəm olmusunuz və xəlifəliyi də sizdən almışam. Yəni ki, eyni regionda bunlar rəqabət aparırlar. Bu bir. Yəni, İkincisi, İkincisi, sanksiyalar altında olan İran nə qədər ki sanksiyalar altında qərblə münasibətləri pisdir, Türkiyənin manevr etmə imkanları var. Manevr etmə imkanları var və bu manevr imkanları qərbi məcbur edir ki, Türkiyənin nazı ilə alsınlar. Çünki başqa isnad edə biləcək güclü regional dövlət yox. İsraili saymırıq da. İsrail regionda qıcıq da olan dövlət. Bu məsələ var. Bu məsələ var və sözsüz ki, Türkiyə eyni zamanda məsələn indiki Türkiyə, Erdoğan Türkiyəsinin və prinsip etibarilə Türkiyə ictimai fikrinin bir problemi də var ki, bunlar çıxsalar, o sanksiyalardan nəsə olsa, Rusiya kimi problemləri yaranacaq. Məsələn, Rusiyanın neft sahəsində problemi yaranacaq, texnologiya İran ixracı genişləndirəcək, qiymətlər aşağı düşəcək, Rusiyanın ümumiyyətlə onda Avropa bazarına qayıtmaq imkanları sıfır olacaq. Sıfır olacaq, çünki bazarı başqası tutdu, sən təzədən qayıda bilmirsən, o çox ağır olur və s. Eyni zamanda Rusiya ilə İran, Rusiya ilə də İran ənənəvi olaraq eyni regionda rəqabət aparırlar. Hə, Türkiyəni Cənubi Qafqaza ikisi də buraxmaq istəmirdi. Amma ikisinin də Cənubi Qafqaza bu dərəcədə iddiaları var idi də. Həm Rusiyanın da iddiası var, həm İran da istəyir Azərbaycanı və s. Yəni, burada ikilidir İran. Bir məsələ də var, mənə elə gəlir ki, biz buna çox da diqqət vermirik. Diqqət vermirik və daha doğrusu utanırıq danışmaqdan. Danışmaqdan utanırıq. Bu Sünni Şiə məsələsidir. Sünni Şiə məsələsidir. Əslində Türkiyə güclü Azərbaycanın mövcudluğunda maraqlıdır. Amma Türkiyə özünə bərabər Azərbaycanın mövcudluğunda maraqlıdır. Çünki indiki rol Türkiyəni təmin eləyir də. Bütün Türk dövlətləri üçün böyük qardaşdır da. Mən şərti olaraq deyirəm. Eyni zamanda nə üçün Azərbaycanı özünə bərabər görmək istəmir? Təəssüflər olsun ki, Türkiyədə o, deyirəm, anti-imperialist mövqeyi ilə yanaşı, anti-şiə bir şey var. Bütün şiələri bilirsiniz ki, Ələvi adlandırırlar. Hamısını bir yerdə Ələvi qoyublar adlarını və Ələviləri qəbul eləmirlər. Mən hətta seçkilər ərəfəsində deyirdim, Türkiyədəki seçkilər ərəfəsində ki, necə Amerikada qadına səs verməyə hazır deyirlər, Türkiyədə də Ələviyə səs verməyə hazır deyirlər. Hazır deyirlər. Kürdə səs verərlər və s. və axır. Amma Ələvi... Amma Ələvilik də tam şiəlik deyil. Belə biraz fərqlidir. Onlar, məsələ ondadır ki, Türkiyədə işte ənənəvi onların Ələvi adlandırdığı kəsində ənənəvi şiələr də var. Bir də ki, Ələlahilər var, ümumiyyətlə də əlini Allah sayanlar var. Onlar hamısını eləyiblər Ələvi. Mən Ankara'da geçsəz, Qızılay'a yaxın yerdədir Ankara'da. Birdən balaca parkdır. Bütün Türk fatihlərinin büstləri olub, parkda qoyulub. Birdən Şah İsmayıl Xətayidən başlayır. Hətta Teymurləngin qoyublar. Teymurləng də orada var. Osmanlı İmperiyasının məğlubiyyətə uğradanlardan biridir də Teymurləng. Amma onun heykəli var. Büstü daha doğrusu, balaca büstləridir. Orada Atilla'dan tutmuş sultanlara qədər. Teymurlengdir. Şah İsmayıl Xətayi yoxdur. Amma münasibət başqadır təbii ki, ona münasibət. Yəni bunu nəzərə almalıyıq ki, bu var. Yəni ki, təəssüflər olsun ki, mənə elə gəlir ki, biz hər halda son illərə qədər daha dünyavi idik və daha o prosesə etnik birlik, etnik kök birliyi nöqteyi nəzərindən baxırdıq. Dini nöqtəyərdən baxmırdıq o prosesə. Təsvir Türkiyədə o da güclüdür.
Və bax, parçalanması məsələsi gündəmdə duranda onlar anlayırlar ki, bu e, ümumiyyətlə geosiyasi arxitekturanı dəyişir regiondakı. Geosiyasi arxitekturanı dəyişir və Azərbaycanın rolunu da dəyişə bilər. Bu haqda söyləyəcək. Türkiyənin yəni ki, mövqeyinə çoxlu faktorlar təsir eləyir. Faktorlar təsir eləyir və Azərbaycana biz artıq görürük ki, Azərbaycanda məsələn İran son illərdə çox gözəl işləyib. Çox gözəl işləyib. Ə, Yaxşı mənada yox amma. Yox, başa düşürsüz? Bax burada biz yanaşırıq, yaxşı ya pis mənada. Burada yaxşı pis yoxdur. Baxın, söhbət nədən gedir? Bax, mən indi etnosları deyəcəm də, Türk etnosu var regionda. Yaxınlığında Rus etnosu var, Rus etnosu var, Ərəb etnosu var, Fars var. Düzdür? Fars var. Hamısının da psixologiyası torpaq tutmaq psixologiyasıdır. Yəni ki, kontinental imperiya psixologiyasıdır. Bir-biri ilə qonşu olduqları üçün bir tərəfə inkişaf eləyəndə bir-birlərinin maraqları ilə dostlar. Məsələn, burada Kürd gələn bir faktoru olur. Onunsa heç birindən də xoşu gəlmir. Mən də o Kürd olsaydım xoşum gəlməzdi. Heç bir mənə dövlət yaratmağa imkan vermirdi. Niyə görə mənim bunlardan xoşum gəlməlidir də? Yəni, burada, məsələn, mən Türk olduğum üçün və mənim maraqlarım bir vətəndaşlıq maraqlarım, milli dövlətçilik anlayışım tam fərqli olduğum üçün mən deyirəm ki, bu mənimdir. Mən bunu heç kimə verməyəcəm, bu torpağı. Bu çox normaldır. Amma Azərbaycanın indiki son bu məsələlərə də bir baxaq. Azərbaycan prezidenti də e, Xamneyinin öldürülməsinə bir növ belə e, yəni başsağlığı verdi, təəssüflə qarşıladı, e, səfirliyə getdi. Sonra bu İran dronlarının məsələsi çıxdı ortaya və burada da müxtəlif, təbii ki, rəsmi versiya aydındır, amma insanlar da fərqli düşünməyə başladı. Kimsə dedi ki, bunu bəlkə belə deyək də bu dostluğu pozmaq istəyənlər atıb. O birisilər dedi, ümumiyyətlə bəzi adamlar dedi bəlkə ümumiyyətlə Azərbaycan özü atıbdır da. Yəni belə insanlar da var da. Ə, Hansı ki fikirləşir ki, o qəsd nəzəriyyəsinə inananlar da. Azərbaycan, yəni bu birdən-birə ritorika dəyişdi və ümumiyyətlə Azərbaycan burada hansı mövqedə durmalıdır? mən ritorikanın dəyişməsindən başlamaq istəyirəm. Keçən il Xamneyin çıxışından, məlum müşavirət çıxışından. Ritorika kəskin olmalıydı. Kəskin olmalı. Amma təhqir edici olmalı deyil. Əgər sən əminsən ki, ateş İran tərəfindən açılıb, ritorika kəskin olmalıdır. Mən kəskinliyinin əleyhinə deyildim. Amma təhqir edici olmamalıdır. Heç bir halda təhqir edici olmamalı. Bu yol verilməz şeydir. Təəssüf olsun ki, təhqir artıq bizim deyəsən Heç siyasətdə Trump deməyib onlara şərəfsiz, Netanyahu deməyib şərəfsiz, alçaq. Onlar da deməyiblər deyə. yox da olmaz da. Təhqir edici olmamalıdır. Düz deyil, təhqir artıq bizim təəssüflər olsun ki, həm daxili, həm xarici siyasətimizdə adi normaya çevrilir. Bu artıq iyrəndirir. Adam heç danışmaq belə istəmir. Danışmaq belə istəmir. Bütün tərəflər təhqirdən istifadə edirlər. Söyüşdən istifadə edirlər. Sonra da deyirlər ki, bizim milli adət-ənənələrimiz var. Doğrudan bizim onda belə çıxır ki, bizim milli adətlərimizdə təhqir, söyüş, əxlaqsızlıq çox normadır da. Normadır. Əgər hər iki tərəf hamı bir-birinə qarşı bundan istifadə edir. Mən bu məsələ münasibət. Yəni ki, mən o kəskinlik var idi ya. Onun əleyhinə deyiləm. Amma hər bir fikri korrekt
ifadə etmək mümkündür. Mümkündür. Bu məsələnin bir tərəfi. Məsələnin ikinci tərəfi ki, bilirsiniz, biz təəssüflər olsun ki, düzgün məsələləri müzakirə eləmirik. Bax, bizim sizinlə indiyənə qədər müzakirə etdiklərimiz daha çox nəzəri şeylər idi də, söhbət idi ki, nə cür olub, nə üçün olub. Əslində real siyasət, real o deyir də onlayn baş verir də, bugün baş verir. Və sən bir şey bilirsən. Bax, son dövrlər, günlər mənim yazdığım nə? Ki, qaçılmaz olan şeyə qarşı qarğış elə, lənətlə, xeyri yoxdur, bu qaçılmazdır. Əgər qaçılmazdırsa, sən dərviş məstəri şah görsən də dağdasan. Mən nə bilim, çomağınla, nəyinlə dağdasan Pariji və s. Sən qaçılmaz olacaq şeyə hazır olmalısan. Yəni nədən gedir söhbət? Hər bir qaçılmaz bir şey, geosiyasi, İran problemindən söhbət gedirsə, hansı variantda inkişaf etməsindən asılı olmayaraq, həm təhdidləri var, həm də müəyyən imkanları yaratır. Bax, sən bütün təhdidləri gərək minimallaşdırasan, imkanları genişləndirərsən. Sən siyasətin bütün də normal siyasət bunun üzərində olmalı. Yox, filan kəs haqlıdır, haqlı deyil, ədalət anlayışı. Birincisi, bizim ədalət haqqındakı baxışlarımız tam fərqli olacaq. Çox da normal. Normaldır da, mütləq həqiqət yoxdur. Bu məsələnin bir tərəfi, İkinci tərəfi də ondan ibarətdir ki, olacağı çarə yox deyə deyirlər. Çarə var. Çarə var. Əgər sən düzgünləsə də özün bir iş görsən, necə deyir, səndən hərəkət, məndən bərəkət. Hərəkətdə olmayıb qarğışla, cazib şeylər, heç sən işləyə nail olmayacaqsın. Bizimkilər daha çox bu ilə məşğuldur. Azərbaycan İndi indi hansı mövqedə durmalıdır, Rauf bəy? Yəni bax, Azərbaycanın Azərbaycanda indi çox təəssüf ki, bir müzakirə platforması da yoxdur ki, hökumət təəssüflər nümayəndələri ilə olsun. və sair ki, müzakirə bax tutaq ki, İran parçalana bilər. Orada daxili münaqişələr ola bilər. Orada vətəndaş müharibəsi ola bilər. Burada Bax, orada bax indi burada biz Azərbaycan türkləri var. Bax buna bu Azərbaycan məsələyə mən dövlətinin indi burada deyəcəm. rolu nədən? Buyur. Bax, drone məsələsini biraz dəqiqlik gətirmək istəyirəm. Çünki doğrudan çox mübahisə eləyirlər və elementar başı çıxmayan insanlar təəssüf ki. Bax, mən də çox başım çıxmır, ancaq elementar biraz başım çıxır. Çünki hərbi xidmətdə e, hava hücumundan müdafiə üzrə o qırıcı təyyarələr var idi. Su qırıcı təyyarələrində xidmət eləmişəm, hərbi hava qüvvələrində. Ona görə də həm silahlanması üzrə, həm də radiolokasiya sistemi üzrə mütəxəssis olmuşam, yəni ki, hərbi mütəxəssis olmuşam. Ona görə bəzi şeylərdən başım çıxır. Baxın, gəlin də, bax, siz variantları dediniz də, yəni coğrafi olaraq zərbə indirilə bilərdi Türkiyə ərazisindən, İran ərazisindən, Ermənistan ərazisindən, çox çətinliklə ehtimal, ən az ehtimal olunan Gürcüstan ərazisindən, bir də Azərbaycanın öz tərəfindən. Düzdür? Azərbaycan. Yəni Gürcüstanla Ermənistanı o dəqiqə çıxırıq. Çünki onların heç bir marağı yoxdur. Onlara lazım da deyil. Qalır Azərbaycan. İmkanları da yoxdur. Hə, imkanları bəlkə də var. Bir dənə rondur da nədir ki, eləyərlər. Amma şey deyil. Yəni ki, lazım deyil sadəcə o. Nəyinə lazımdır? Sən Ermənistanın indiki şəraitdə nəysə Azərbaycanla. İndi Azərbaycan nəzəri baxımdan mümkündür, praktik baxımdan az ehtimal olunandır. Nə üçün? Xüsusi xidmət orqanları belə təxribatlar həyata keçiriblər, olub. Məsələn də Almanlar da özləri girdilər, özlərinkini öldürdülər, polyakların boynuna atdılar, yadınızdadır da. İkinci Dünya müharibəsinin başlanması üçün bəhanə kimi istifadə elədilər. Hələ şeylər də olub bu tarixdə. Amma Azərbaycan Dünya müharibəsi başlayan deyil.
Azərbaycan. Çox təhlükəli bir addımdır da. Yəni üstü açıla bilər. E, digər tərəfdən bilə bilərlər, səni cəzalandıra bilərlər və s. beynəlxalq oyunçular tərəfindən. Çox təhlükəli oyundur. Ona görə çox az ehtimal olunan bir şeydir. Yəni mən tam istisna eləmirəm. Amma mümkünlüyünə o qədər. Qalır Türkiyə. Türkiyə və İran. Türkiyə öz ərazisindən Azərbaycana qarşı istifadə edilməsinə imkan verərmi? Və bu edilərsə susarmı? Susarmı və s. və axır. Bu məsələ var. Çünki oradan nəzəri olaraq Amerikalıların zərbə vurması imkanları var. Çünki həm hərbi infrastruktur var, incirlik bazası var və s. və axır. Amerikalıların əlində. Nüvə silahı var bildiyiniz kimi Türkiyədə. Hə, məsələn, hamı unudur ki, Türkiyənin özünün də olmasa ərazisində nüvə silahı var. Və s. və axır. Oradakı variantlar var. Hə, ola bilər, amma Türkiyə susardımı? Susardımı bu məsələdə? Və nəhayət qalır İran. Və Və həm də yox, biz axı İsrail də var. Yəni daha çox insanlar İsrailin deyir ki, bu təxribat İsraildən gələ bilər. İsrail çox Yo, uzaq. mən təbii ki, bunu bölüşmürəm. Sadəcə mən Yox, mən versiya. yox ki, zərbə hansı ərazidən vurula bilər söhbət gedir də. Zərbə hansı ərazidən vurula bilərdi? Nəzəri olaraq sözsüz ki, İsraildə var. Amma İsrail Azərbaycanı vurmaq İsrailin maraqlarında deyil. Nəyinə lazımdır? Azərbaycanın müharibəyə cəlb etmək düşünmürəm ki, İsrailin maraqlarındadır. Çünki tamamilə başqa maraqlar var Azərbaycanla bağlı. Həm də ki, əminliklə ki, o aparat bütün bir neçə dövlətin ərazisindən keçib Azərbaycana çatacaq əminliyi çox azdır. İran ərazisində İsrail agenturası var. Onlar eləyə bilərlər, bəziləri mən bilmirəm. Yəni ki, o başqa məsələ. Amma mən ərazi deyirəm, daha çox İran ərazisindən və Türkiyə ərazisindən vura bilərlər. İkinci məsələ ondan ibarətdir ki, məsələn, bəziləri deyirlər, məsələn, yenə də üzr istəyirəm, heç başa çıxmayan insanlar deyirlər ki, bəs bizim o məşhur güya çox milyardlarla bu xərclənmiş o hava hücumundan müdafiə sistemini harlayıb. Yaxşı da ay cəmaət və İsraildən güclü hava hücumundan müdafiə sistemi olan dövlət tapmaq çox çətindir də. Amma keçmək olur da, hətta o hava hücumundan müdafiə sistemini keçə bilirlər İranlılar. İkincisi, hava hücumundan müdafiə sisteminin işləməsi üçün istifadə olunan atılan silahın məsafəsi çox vacibdir. Hansı məsafədən səni söyləyirlər. İkincisi, konkret halda uçuş trayektoriyası çox vacibdir də, hansı hündürlükdə uçur. İndi İrandan Naxçıvana məsafə ən qısa məsafə. Yəni ki, yol məsafə, mən şose yolu ilə yox demirəm də, hava məsafəsi 30 kilometrdir. Yəni ki, reaksiya verməsi Azərbaycan hava hücumundan müdafiə sisteminin ona reaksiya verməsi demək olar ki, verilməkdir. Yadınızdadsa, seninlə də söhbət etmişəm də, Bakı bir paytaxt kimi müdafiə üçün ən çox qeyri-münasib yerdə yerləşir. Qeyri-münasib yerdə yerləşir. Məsələn, bəziləri deyirlər, hər şey çox yaxşıdır. Əgər dənizdəki durublara Xəzər dənizindən atəş açırlar Ukraynaya da kalibrlərlə və s. ilə Ukraynanı vururlar. Xəzərdən birbaşa vuracaqları siyasi qərar qəbul etmə mərkəzləri anlayışı var. O mərkəzlərin yerləşdiyi binalar birbaşa vuracaqlar. Bizim hava hücumundan müdafiə sisteminiz o məsafədən atılan raketin qarşısını almaq üçün hesablanmır. Yəni gücü vaxt çatmır da. Məsələn, misal üçün deyim, o şahidlər var.
ən o şahid uçaqlarının deməli 100 saatda 150 kilometrdən 150-180 kilometrdən yəni şahid demirəm təkcə orada başqa şeylər də var, uçaqlar var. Adlarına başqa cür adlanır. Ümumiyyətlə də pilotsuz o Rauf uçaqların bəy, o məsafə də çox elə də yaxın deyil. Yəni Rusiyanın hardakı bu yerləşir gəmiləri də o məsafədə Bakıya hardasa 400-500 kilometr. Belə də yəni yaxın deyil. Xəzərdə Bəli, birbaşa. Yəni yox, reydə çıxıb birbaşa vura bilərlər. Beynəlxalq hə, suları biz onları reydə çıxsalar reydə biz onları çıxmaq qadağan ə, birbaşa vuracaqlar. Yadınızdadırsa, doktor, adı nədir? 20 yanvarda qoşunların ən tez daxil olduğu yer Bakı limanı idi. onda seri vaxt idi. İndi hər halda bizim gəmilər olmalıdır, bizim Nə katerlər olmalıdır? olmalıdır, Katil. hərbi Yox, donanmamız. beynəlxalq sularda sən onu neyə biləcəksən? Qalıb da dayanıb. İstədiyi an atəş aça bilər. Mən Yo, deyirəm ki, məsafə 60 yo kilometr olacaq. orada hərbi o Gəmilər beynəlxalq su anlayışı o hardakı bütün gəmilər hərəkət edə bilər, orada hərbi gəmi hərəkət edə bilməz. Yəni çünki burada onların Xəzərlə özlərini niyə yox, İrana gedirlər. hərbi gəmi gedə bilməz. Gedir. Bakıya gəlir hərbi gəmi. Putin getdi. Yo, Bakıya təbii gəlmiş hərbi gəmi. o razılaşma əsasında Razı. gəlir. Yəni ki, o müəyyən sular var. Hansı sularda ki, Azərbaycanın da hərbi gəmiləri hərəkət eləyə bilər. Orada problem deyil. Problem Yəni deyil. onlar yaxınlaşanda belə deyək də bu biraz loru O qədər dildə də desək hasad deyil. bizim Hasad deyil. bizim bizim dronlarımız onu vura bilər onlara. Burada birinci atəş məsələsi çox vacib məsələdir. Ya Putin Sənə onu müharibə elan edib atəş açmırlar bu Putin onu müharibə. çox sevir də. Deyir ki, если неизбежна драка, Надо первого udarить. da надо Özün первого. bilirsən də, da mən niyə görə Ha. başlayacağım? Mən sadəcə o faktı dedim. Hə, Azərbaycan hazırdırmı? Bax bu İranda yox, yox, təəssüflər olsun hazır deyil. Yəni, həmin o uçaqlar sürəti 180 kilometrdən 900 kilometrədir saatda. Sözsüz ki, 900 kilometr sürəti olandan istifadə olunmur. O cür Yo, məsafələrdə təbii 30 kilometr. strateji deməli təyyarələrdən gedirsə mən razıyam. Onlar elə oradan da vura bilərlər. Hə, Onlar oradan Xəzərin üstünə qalxırlar və Ukraynaya atırlar. hı. Ular, yəni təbii mən razıyam. Azərbaycan Yox, sualtı gəmilərdən atəş açılır Xəzərdən. gəmilərdən də Sualtı açılır. gəmi sualtı gəmilərdən atılır, sualtı qayıqlardan Orada atəş açılır. kalibrlər atırlar. Kalibrlər atılır. Yaxşı da çıxırlar reydə. Sualtı qayıqların Amma atəş Amma qeyd edeyim ki, o gəmilərdən zərbələr biraz məhdudlaşıb. Çünki Ukrayna orada Rusiyanın neft platformaları var, Rusiya sektorunda. atəş açır, onu Onlara vurur, zərbələr endirir. Yəni ki, endirir və s. ə, Yox, hər ikisinin imkanları var. Mən sadəcə də hmm, onu dedim ki, Azərbaycanın o hava bəli. hücumundan müdafiə sistemi əgər kalibrlərlə atəş açılsa reyddən, reaksiya verə bilməyəcək. Məsafə çox balacadır və sürət çox böyükdür. Ən azı görmək lazımdır da bir şey reaksiya vermək üçün. Əgər sənin görmək üçün vaxt imkanın yoxsa, yəni ki, elementar olaraq da 180 kilometr sürətlə ola ki, 6-ya bölək 30 kilometrdə 30 kilometrdə 6 dəfə. Deməli, ya 10 dəqiqə vaxta uçacaq. İran sərhəddindən Naxçıvana 10 dəqiqə. 10 dəqiqə. Yəni reaksiya vermək ona. Reaksiya verək. Hələ trayektoriyanı nəzərə alsaq və s. çox çətindir, mümkündür. Yəni ki, mən istisna eləmirəm. İran olsun. İndi Azərbaycan hazırdır. Azərbaycanla Türkiyənin ümumi siyasəti əslində mənə elə gəlir ki, ona yönəlib ki, hazır olmayan
tərəfin hərəkətləridir. Azərbaycanla Türkiyə deyir ki, dil tapın, məsələ qurtarsın. Məsələ qurtarsın. Və dil tapmaq mümkün olmadıkça, bax, Trump'ın da deyirdim də, siyasəti oydu ki, yadındadır, birinci yanısında da birinci günlər deyirdi ki, mənə zəng eləyib danışmaq istəyirlər. Yadına, yəni ki, sonra da İran da deyir ki, vallahi biz heç bir danışma zad istəmirik. Yalan danışır. Yəni ki, onlar hazırdılar danışma, ancaq gecikiblər, biraz naz eləyirdi. Yəni, baxaram, görüm və s. İndi ritorikanı dəyişir. Ritorikanı dəyişir, total müharibə haqqında danışır. E, Hətta deyir ki, istənilən qədər müharibə apara bilərik və s. və ilaxır. Türklər məsələsini, İranın ümumiyyətlə bir dövlət kimi mövcudluğunu son qoyulması məsələsindən danışır. Nə dərəcədə istəyir, o başqa məsələdir. İstəyirmi hadisələr? Amma o İrandan real güzəştlər istəyir. Elə güzəştlər istəyir ki, ondan sonra desin ki, mən qalib gəldim. Mən qalib gəldim, İran artıq region üçün, bizim üçün problem deyil. İsrail üçün problem deyil. Əks təqdirdə o seçkiləri uduzur. Seçkiləri. Bax, bu variant var ha, hansı ki, total müharibə anlayışına gəlir ha. Sənin dediyin kimi quru əməliyyatlarını gətirib çıxarda bilər. Bax, biz ona hazır deyilik. Çünki bu variantda İranın parçalanması və ya da konfederasiyaya çevrilməsi. İndi yadındadırsa, mən dəfələrlə vaxtda yazmışdım ki, bax, bu varianta hazır olmaq lazımdır. Ola bilər, olmasın. Amma olarsa, bu variant çox böyük təhdidlər gətirir, o Kürd məsələsi gəlir ortalığa. Çünki Kürdlər Azərbaycanlıların yaşadığı bəzi əraziləri iddia edirlər. İddia edirlər. Bəli, xəritələrində Yəni, ümumiyyətlə onların bir çox xəritələrində bu Cənubi Azərbaycan və Türkiyə arasında güya ki belə bir zolaq var. O zolaqda bunlar yaşayır. Bir də ki bu Gürcüstan. qərbi Azərbaycan ostanı ki var. Bu Urmiya filan. Ora son illər Urmiya orada böyük şəhərdir deyən. O Kürd şəhərləri balacadır. Urmiya ora çoxlu miqrasiya var, axın var. Axın var və Kürd əhalisi, həm də ki belə deyək də, Kürd əhalisi daha çox artır şeydə. Həm Türkiyədə, həm də İranda daha çox artır. Daha çox belə deyək də regionda yaşayanlar artım onlarda var. Ona görə də bəli, orada bu təhlükə var. Hətta belə deyək, etnik münaqişə də ola bilər. Və məncə Azərbaycan üçün bu Yo, siqnaldır torpaq ki, üzərində buna etnik münaqişə nədir? Çox nadir hallarda etnik münaqişənin ərazi yəni ki, tərəfi olmur. Əsasən etnik münaqişənin əksəriyyəti ərazi üzərində olur. Hə, olur etnik münasibələr ki, ərazi üzərindədir, amma bu çox nadir hallarda olur da. Bu daha çox kriminal razborkalar səviyyəsində olur. Məsələn, də New Yorkda Rus mafiyası ilə mən nə bilim kim vayəqləsi arasında razborka olur. Hə. Amma bütövlükdə, yəni ki, yaxın şərqdə bizdə də, yəni bu ərazidə məhz ərazi məsələsidir. Onunla mən axı yadınızdadır, söhbətimin bir hissəsində dedim ki, bu dövlətlərin, bu etnosların, öz dövləti olan etnoslardan və Türk etnosundan, Fars etnosundan və s. Ərəb etnosunu söyləsək, Çindir, Rusiyada əgər daha böyükdə götürsək, hamısının dövləti var. Hamısı da kontinental imperiyadır. Hamısı genişlənəndə o birisinə mane olmağa başlayır. Ona görə də bunların maraqları heç vaxt üstə düşməyəcək. Heç vaxt üstə düşməyəcək. Amma Kürdlərin isə indi Çində bilmirəm Kürd var ya, yox. Deyəsən yoxdur Çində. Rusiyada da yoxdur. İndi düşüb də Ərəblə Türkün, Farsın arasına. Heç biri də buna dövlətin yaratmaya imkan vermək istəmirdi. Hamısından zəhləsi gedir. Və əgər oyuna qatılırsa... Niyə ki, İraqda bir muxtar bir dövlətləri var. Yox da, Yəni, belə də, onun da Türkiyə ilə də yaxşı münasibətləri var. yox da,
Onu, yok, fikir verdin de eğer o devlet öz müstakilliğini elan etmek istəyəndə Türkiye dedi ki ben dağıtacağım sizi. O yadınızdan çıkmayıp ki o ise. Yadınızdadır da bir iki yıl bundan qabaq idi ya üç yıl bundan qabaq idi eğer səhv eləmirəmsə. Ya indi Müstəqilliklərini dünyada dövləti olmayan çox xalqlar var. Çox yox, xalqlar var ya. ya. Gəlin qoyaq da. Mən indi Hı. çox xalqlardan danışmaq istəmirəm. Söhbət konkret problemdən gedir. Hardasa bilmirəm 20-25 milyondular, 30 milyondular nə qədərdirlər. O bütövlükdə regionda. Hı hı. Ərəb, Türkiyə, Ərəb Olar, ölkələrində olar. Türkiyədə. Təbii, təbii. Hə, hə. Suriya, O, İran, daha çox olar bəlkə də. hə. İndi mən şey Hı eləmirəm də, hı. 10 milyonlar çoxdur. 10 milyon. Və dövlətini yaratmaq istəyir, heç kim də imkan vermir. E, və bunlar istəyirlər yaratsınlar. İmkan da vermirlər və yəni ki, mən hesab edirəm, yəni ki, Türkiyənin milli maraqları Kürt dövlətinin yaranmasına uyğun deyil. Türkiyənin milli maraqlarına uyğun deyil və bunun əleyhinə çıxmalıdır. Amma bu Kürtlərin istəyinin bu dərəcədə legitim olmasını istisna eləmir də. Onlar istəyirlər və istəməyə haqları var. Ona görə də mane olanlara nifrət eləməlidirlər. Bu çox normaldır. Normaldır da. Necə ki, ərəblər, yəni ki, Ərəbistanda olmuşsan da türklərə nifrət eləyirlər. Ki, Osmanlı gəldi, tutdu, müstəmləkə elədi, xəlifəliyə aldı. Çox normaldır. Çox normaldır. Və türklər də deyirlər ki, biz yaxşı imperiya olmuşuq. Biz qayda qanun yaratmışıq, bizi sevməlisiniz. Bax, onda eyni görürsüz, məntiq nə dərəcədə yaxındır da Rusiyada məntiq bizə deyir ki, biz yaxşı olmuşuq. Biz sizə mədəniyyət gətirmişik, biz sizi adam eləmişik. Yadındadır da bu söhbətlərin hamısı. Elə Azərbaycanlılar da deyir də. Azərbaycanlılar deyir ki, Azərbaycanlılar da bir təs hissəsi təhsili Rusiya gətirib bizə, nə bilim, bizi şey eləyib, dünyəvi hə, hə, eləyibdir. eləyib. Rauf bəy, Yəni ki, hə, son indi son Azərbaycan üçün gəlin. bəli. Hə, buyurun. Buyurun siz. Yəni ki, Azərbaycanla bağlı da danışdıq. Ümumiyyətlə, indi düzdür, informasiyamız azdır. Nə baş verdiyini çox da görmürük. Çox təəssüf ki, İrana da heç vaxt səfər eləyə bilməmişik. Oradakı durumu gözümüzlə görə bilməmişik. Oradakı Azərbaycan toplumu, onların Avropadakı icmaları və s. Onlar necə? Onlar hazırdırmı? Necə görürsən onların durumu? Azerbaycan bak burada hazır olup olmaması hakkında biz mesela Azerbaycan'la Türkiye'nin biz gördüğümüz odur ki hazır değil. Azerbaycan'la Türkiye'nin. Yani Azerbaycan-Türkiye alyansının vəzifəsi nə olmalıdır? Yo, mən Əgər Azərbaycan Türk türklərini deyirəm. Yəni o İranın Yox, daxilindəki. gəlin başlayaq ki, dedik ki, Azərbaycanla Türkiyənin vəzifəsi nə olmalı, sonra Azərbaycan türkləri haqqında da danışarıq oradakı. Azərbaycan-Türkiyə alyansının yeganə vəzifəsi ondan ibarət olmalıdır. Əgər quru əməliyyatlar başlayırsa, əgər Kürt problemi və təbii olaraq Amerikalılar Kürtlərdən həmişə istifadə edirlər, ona görə ki, nə üçün onlar çox hazırlıqlıdırlar. Onlar siyasi baxımdan hazırdılar, onlar hərbi baxımdan hazırdılar. Çox mobildilər. Hərbi dəstələri var, vahid rəhbərliyə tabedirlər. Onlardan istifadə eləmək olar. Türkiyə qarışmadığı üçün İraqda yadınızdadır da Hı hı. İraqdakı hadisələr. Türkiyə qarışmadı və biz İraq türkmənlərini itirdik. İndi Avropaya doluşdular hamısı. Qaçırlar oradan. Çünki Kürtlər, Türkiyə ilə dost olan Kürtlər onları sıxışdırırlar. Yəni və onlar bilirik ki, Azərbaycan ərazilərinə iddia edirlər. Deməli, biz hazır olmalıyıq o hərbi müdaxiləyə. Bu nə deməkdir? Azərbaycan-Türkiyə alyansı əgər İranın parçalanması situasiyası yaranarsa, daxil olmağa, ordu yeritməyə hazır olmalı. Bu bizim vəzifəmizdir. Əks təqdirdə biz Azərbaycanın bir hissəsini itirəcəyik. Azərbaycanlıların bir hissəsini itirəcəyik orada. Bunu aydın dərkən nağıllarla, şeylərlə, lənətlərlə, cadularla nə üçün bu zərurətə çevrilir? Burada
oradakı Azərbaycanlılar siyasi və hərbi təşkilati baxımdan hazır deyillər vuruşmağa. Yoxdur. Amma deyirlər ki, Təs orduda çox Azərbaycanlı var. ordu başqa məsələdir. Elita da var. Var, amma başqa məsələdir. O tamamilə başqa məsələdir. Gəlin belə baxaq da, konkret dəstələr var, hazır dəstələr, Kürd dəstələri. Kürdlər. Formalaşmış, formalaşmış Kürd dəstələri var. Okey. Bunlar vuruşmağa hazır. Mümkündür ki, bu bəluçlar filan, bu şeylər də var. Onlar da var. Onlar həmişə olub, bilmədə. Kürdlərdən əvvəl də oldular. Müəyyən Nə? dəstələr var. Daha çox Ərəb qrupları, onların sayı azdır, amma onlar da var. Ərəb qrupları da var, hərbiləşmiş dəstələr var. Bəli. Ərəblərin deyim 7-8 partiyaları var orada. Real, azdan çoxdan. Təəssüflər olsun. Hə, orduda çoxlu Azərbaycanlı var. Bu danılmaz vardır. Amma onların qruplaşması məsələsi var. Nə vaxt nəsə yaradacaqlar? Yaradıb hərəkətə nə vaxt keçəcəklər? Bax, yenə də mən 90-cı illəri yada salmaq istəyirəm. Bizim müharibənin birinci mərhələsində məğlubiyyətimizin əsas səbəblərindən biri ondan ibarət idi ki, biz siyasi təşkilatlanma baxımından və hərbi baxımdan hazır deyildik bu qarşı durmaya. Düzdür. Bu qarşı durmaya. Balaca bir Ermənistan bizi diz çöktürmüşdü də, üzr istəyirəm, eləmişdi. Hə, Rusların köməyi ilə eləmişdi. Axı, biz hazırlıq deyəndə sən bütün komponentləri nəzərdə tutursan da, diplomatik, hərbi və s. hər şeyi nəzərdə tutursan. Hazır deyildik də. Hazır deyildik. Onda da Azərbaycanın rəhbərliyi buna məsuliyyət daşıyırdı da. Onlar mane olurdu. Mane olurdular. Bir çox səbəb, köklü səbəbləri var idi. Başqaydı da, indiki situasiyada təəssüflər olsun ki, Azərbaycanın, mən azad Azərbaycan deyəndə, azad deməyə dilimdə gəlmir. Yaxşı, müstəqil Azərbaycan bir dövlət, çünki azad deyil bu Azərbaycanda. Müstəqil Azərbaycan öz üzərinə düşən bu 30 ildə vacib funksiyalardan birini yerinə yetirə bilmədi. Oradakı hərəkatı istiqamətləndirmək, formalaşdırmaq, onu təsirli qüvvəyə çevirmək. Vacib deyil deyə kimlərsə orada konfederasiya tərəfdarlardır, kimlərsə mən nə biləm, İran. Amma bir hərəkat var, milli oyanış var. Türk kimi dərk etmə bizdən daha çoxdur özlərini. Onlar özlərini həmişə Türk adlandırırlar. Çünki ermənilər necə qərbi Azərbaycanlılara Türk deyirdilər, farslar da bunları Türk deyirlər. Türk deyirlər, ona görə də bu var. Məsələn, Türksənsə, o Türk kimi qəbul edirsə, səni özünə, həm də sən dövlət qurucu elementsən, xoşlarına gəlir, gəlmir. Dövlət qurucu element, iki etnik elementdən birisən. Biri farsdır, biri Türkdür. Və bu qarşı durma həmişə olacaq. Amma ideologiya fars ideologiyasıdır. Bu çox, yəni Türklükdən heç bir şey götürmək istəmirlər. Çünki onda dövləti itirmiş olurlar farslar. Bu farslar üçün ağır seçimdir. Onlar dövləti saxlamaq istəyirlər. Fars dövlətini saxlamaq. Amma o dövlətdə də onların şəriki var. Türklər var. Kürtlər şərik deyirlər. Kürtlər deyirlər, gəlmə ayrılıb öz dövlətimi yaratmaq istəyirəm. Amma Azərbaycanlılar o dövlətə şərikdirlər. Yəni bu, əgər kobud şəkildədir. Və təəssüflər olsun ki, biz ictimai təşkilat, yəni sözsüz ki, dövlətin birbaşa hərəkata rəhbərlik eləməsini mən demişdim. Bir dənə ictimai təşkilat yaradırdılar. O ictimai təşkilatı nüfuzlu eləyiblər, nüfuzlu insanlardan ibarət. Hərdən bir hətta tənqid də eləyirdilər. Bir də amma necə neynəkdə Azərbaycanda bu qardaşdılar da. İndi biz flankəsini tutalım da mən vaxtına rəhmətli Bəxtiyar Vahabzadəyə tapşırmaq olardı. Deyəcək ki, Heydər Əliyev deyəcək, mən Bəxtiyar Vahabzadənin ağzını yumaq. Nə danışırsınız? Mənim burada didərlər. Eyni zamanda, yəni ki, mən təxmini bir model dedim də, yəni ki, tapşırırsan, eləyir. Elə obyektiv yarana biləcək
e, hərəkatları sadəcə imkan yaratmaq olardı. İmkan İcma şey yaratmaq yaratmak olardı. lazım Elə idi elə ki, oradan gələnlər özü çoxları məcbur oldu çıxıb Avropaya getdilər. Yəni o hə, oradan canını qurtarıb qaçanlar. hə, qaçırdı, buradan qovurdular, qoymurdular qalmağa və sair çox şeylər oldu da. Yəni qorxdular. Mən başa düşürəm də avtoritar rejim hər şeydən qorxur. Nüfuzlu ola biləcək hər şeydən qorxur. Yəni nüfuz qazana biləcək hər bir ictimai təşəbbüsdən qorxur. O ictimai təşəbbüsün yaranmasına imkan vermir. Özü tərəfindən hətta idarə olunan nüfuzlu ictimai təşəbbüs olmamalı. Bax, Yeni Azərbaycan Partiyasının heç bir nüfuzu yoxdur. Məsələn, Heydər Əliyev indi bizim mətbuat nazirimiz var idi ya, rəhmətliyin adı yadımdan çıxıb, Heydər Əliyev Sirus, həyatında. Sirus, Sirus. Servis Təbrizlidə. Onun yanında niyə saxlayırdı? O da dedi ki, sənin partiyan oğrular partiyası. Oğrular. Yəni partiyada nəsədən Simasız nüfuzlu bir adam, Quldurlar Partiyası deyildi. simasız quldurlar partiyasıdır, oğrular quldurlar partiyasıdır deyil sağ partiya. Amma Sürüs Təbrizli bunun yanındaydı. Nüfuzlu adam idi də, cəmiyyətin nə sürücülərinin nüfuzlu. Ha, təhlükəli idi. Ha, vaxtsa nəzarətdən çıxa bilərdi və s. və Allah təhlükə yarada bilərdi. Amma o nüfuzlar lazımdır, lazımdır. Biz eləyə bilmədik onu. Biz oradakı lider ola biləcək şəxsləri yarada bilmədik. Onların Heç yaranması üçün adını tanıya bilmədik ki, hə, bunlar doğrudan ola bilər. hə. Yəni heç İran cəmaəti də, İrandakı Azərbaycanlılar da tanımır. Bax, Çöhrəqani mən danışmışam, deyən ki, lider deyil, tipaj olaraq, amma yəqin ki, var da aralarında. Var da aralarında. Boş boşuna deyil ki, indi heç bir keyfiyyəti olmasaydı, e, prezident seçməzdilər də. Səs verib İran bütövlükdə. Ondan əvvəl də olub da dini rəhbərləri Yo, Azərbaycanlı elə olmaz. Yaşıl Hərəkatın lideri də Hə, Musəvi. Azərbaycanlı, Müsəvi də Musəvi Azərbaycanlı. Azərbaycanlı idi və əslində Yəni, yəni sekulyar bax, bir insan idi əslində. Yəni hə, solçu keçmişi var idi. İndi də indi də bu yaxınlarda bu ABŞ hücumları başlayan kimi ev dustağı da tənqid elədi rejimi. Dedi ki, istefaya getməlidirlər. Yəni ki, təbii ki, bu insanlar var. var. Amma bunları lider kimi, milli lider kimi e, e, apara biləcək insanlar kimi onların təşkilatı tabanı olmalıydı da. Nəsə yaratmaq lazım idi. E, Açıq olmaz, başqa cür edilməliydi. Alınmayıb, edilməmiş. Bizdə hətta o vaxt bu yaxınlarda düzdür, insanların reaksiyası biraz qəribə oldu. E, Etibar Məmmədov çıxdı, söylədi bu məsələ ilə bağlı. Dedi ki, bu institutlar bizdə İranı öyrənən institut yoxdur. Yox, Ermənistanda təbii. var. Yox, təbii ki. Ermənistanda Nə, var. məsələn, Türkiyədə var amma. Türkiyədə İranı öyrənən institutlar var, hətta iqtisadiyyatını öyrənən araşdırma. Bizdə sadəcə o hər şey formal, hər şey saxtadır deyə. Bizdə gərək bir İranşünaslıq bir institut olaydı, akademiyada, universitetlərdə bunu ümumiyyətlə dərs kimi keçəydilər. Təbii ki, burada çox böyük problemlər var, Rauf bəy. E, Yəni mən Amerikada, bax sən dedin ki, Avropada da nəsə bir şey görürsən Avropada ki, Azərbaycan türkləri nəsə bir miting keçirsinlər. Şah tərəfdarları keçirirlər, mən nə bilim nəsə keçirirlər, bizimkilər keçirmirlər. Çünki o təşkilatlanma, Bizimkilər bəzi o tədbirlərə qatılırlar Azərbaycan bayrağı ilə filan. Yəni məhdud sayda, amma təbii ki, bir hərəkat kimi e, bir deməli 100 minlərlə Cənubi Azərbaycanlı var ya Avropada. təbii təbii. 100 Özü də minlərlə Cənubi. özü də yalnız sıravi insanlar deyil, bunlar çox
çoxlu iş Evet, adamları var. Hətta evet. Avropa siyasətində uğur qazanmış insanlar var. Deməli, müxtəlif ölkələrdə Cənubi Azərbaycan kökənli insanlar deputatdılar. Yəni əvvəl də olmuşdu. Məsələn, bir Fərəh Kərimi var idi, hansı ki, Niderlandda Yaşıllar Partiyasından parlament üzvü idi. Sonra orada o Oxfam Novib təşkilatının deməli direktoru oldu. Sonra başqa çoxlu sol partiyalarda, yaşıllarda çoxlu Azərbaycanlılar var. O cümlədən universitetlərdə çoxlu alimlər var. Amma təbii ki, bu elə bil bu təşkilatlanma üçün bir hərəkət verici qüvvə yoxdur. Təəssüflər olsun ki, yəni ki, bu cür təşəbbüslər dövlətlər tərəfindən şirinləndirilir də, özün bilirsən. Yəni birbaşa da olmasa, dolayısı yolla edilir bütün bu şeylər. Təəssüflər olsun ki, bax, orada nə hərəkatda təşkilatlanma var, İrandakı hərəkatda. Elə bir təşkilatlanmamız yoxdur. Və indiyənəcən bir ağıllığa batan bir bəyanat da olmayıb da, ciddi bəyanat da Ya da olmayıb bizim ki, bizim məlumatımız yoxdur. Bəlkə də var, bizim məlumatımız tanınmırıq. işte, ya eşidilmir, dünyada eşidilmirsə, Dünyada eşidilmir təbii. Mən İranın içində ki, deyirəm. məsələn, Kürtlər eşidilir dünyada. Azərbaycanlılar eşidilmir, eşidilmir. Mən indi bu saat heç bir uzaq strateji şeylər haqqında danışmıram. Söhbət ondan gedirdi ki, bu şey qaçılmaz idi və hansısa variantda Kürtlərdən istifadə edilməsi çox belə də üzdə olan bir şeydir. Üzdə olan bir şeydir. Yəni ki, bu varianta Türkiyə ilə Azərbaycan birlikdə hazır olmalı. Hazır olmalıydılar. Həm siyasi baxımdan hazır olmalıydılar, həm hərbi baxımdan hazır olmalıydılar, həm o yerdəki aktivlik baxımından hazır olmalıydılar. Yəni artıq söhbətlər gəzir də, bax, söhbətlər gəzir ki, Kürtlər girəcəklər. Hətta Yox, hətta söhbət Azərbaycan gəzir ki, giriblər. giriblər. Hələlik ki, Azərbaycan əyalətlərinə girməyiblər də hesaba Yox, idi. təbii, Yəni təbii. bu Orada Qərbi Azərbaycandan başqa orada daha 4 ostan var. Kürd deməli muxtariyyəti ilə sərhəd. Onun ikisi tam Kürdlərin yaşadığı bölgələrdir. Kürdistandır, bir də Şirvanşahdır. Bir dənə də aşağıda bir ostan var. Orada da yarısı Kürdlər yaşayır, yarısı da Lurlar yaşayır. Yəni orada təbii ki, Azərbaycan bölgələrinə girməyiblər və Azərbaycan bölgəsi də Türkiyə sərhədinə yaxındır. Ona görə orada bəlkə də onu da onlar nəzərə alırlar. Çünki baxmayın da etnik olaraq türklər var. Türkiyədə e, əgər İranda Azərbaycan türklərinə qarşı hansısa bir açıq milli zəmində aqressiya falan olarsa, onda Türkiyənin içində də bu millətçi kəsimin hakimiyyətə baskısı olacaq. Azərbaycanlılar ora ən azı Avropada yaşayan bu diaspora Azərbaycanlılar və ya da oradakı Azərbaycanlılar bir bəyanatla çıxış eləməlidir və deməlidir belə bir təhlükə var. Biz heç kim onların səsini eşitmirik. Yəni ki, bir etnik qarşıdurma ola bilər. Etnik qarşıdurmanın olmasını biz istəmirik. Və bundan sonra belə bir bəyanat səslənəndən sonra beynəlxalq aləmdə Azərbaycanla Türkiyə alyansı öz sözünü deməlidir. Ki, əgər İran parçalanma təhlükəsi olarsa, bu cür qarşıdurma məsələsi olarsa, biz kənarda qalmayacağıq. Biz öz qardaşlarımızı müdafiə edəcəyik. Çünki təəssüflər olsun da deyirəm də ordudakı Azərbaycanlılar nəsə eləyəsi, birləşəsi, təşkilat yaradası bu vaxt. Bu vaxt. Vaxtı. Bax, amma hadisələr təəssüflər olsun ki, bu istiqamətə getmək meyilləri gündən-günə artır. Çünki total müharibə sənin dediyin kimi quru müharibəsidir, quru əməliyyatlardır. Quru əməliyyatlarında
tutalım ki Amerika Birleşmiş Ştatları yani ki milyonlarla insan oraya gönderen değiller. Milyonlarla insan oraya gönderen değiller. Olabilir ki bazı Avrupa müttefiklerini cəlb edə biləcəklər, cəlb edə bilməyəcəklər. Bu məsələ var. Deməli, körfəz dövlətlərinin gücündən istifadə etməli olacaqlar. E, Kürtlər çox vacib faktora çevriləcək. Vuruşmağa hazır olan Kürtlər çox vacib faktora çevriləcək və e, bu məsələdə bu məsələdə Azərbaycan türklərinin taleyi, yəni Azərbaycanda yaşayan Azərbaycan türklərinin taleyi çox ciddi problem ola bilər. Bizim üçün çox ciddi problem, çünki biz ən azı mənən onları müdafiə eləməliyik. Ə, Rauf bəy, təşəkkür eləyirəm. Çox 2 saata yaxın söhbət elədik və bunun ə, çox faydalı söhbətlər elədik və bu sonuncu hissəmizi davam elətdirəcəyik. İrandakı Cənubi Azərbaycan faktoru, oradakı türklərin və Azərbaycan və Türkiyənin mövqeyi, o cümlədən e, bu Azərbaycanlılar təşkilatlanırmı, necə bir şəbəkələşirmi, lider varmı? Bu mövzuları davam etdirəcəyik. Dinləyicilərimizə də təşəkkür edirəm və bir daha deməli dinləyicilərimizi də çağırıram ki, bu yayımı bəyənsinlər və paylaşsınlar. Gələn görüşlərə dək.